2021-ci il 1-ci cəhd qəbul imtahanının suallarının izahına baxırıq. Keçək sualların izahına. Birinci sual fiqurada əlaqələrlə bağlı bir sual nümunəsidir. Diqqət eləsək, ortada yazılan 4 ədədin ətrafındakı 2 və 2 cəm olaraq 2 ilə 2-nin cəmi bizə 4-ü verir. 6 ilə 10-un cəmləsək 16-nı alarıq. İndi 42-nin üzərinə y gəlsəm x alaram. İlk öncə məsələ burada x-i tapmaqdan ibarətdir. Bəs x sözü nəyə bərabərdir? İçəridəki dairənin içində olan ədədlərə diqqət eləsəm 4, 16, x və 256 gəlir. Bunlar arasındakı fərq 4-dür, yəni dəfə qədər. 4 dəfə fərqlənən ədədlərdir bir-birindən. 4-ü 4-ə vurur 16, 16-nı 4-ə vuracaq 64, növbəti 64-ü 4-ə vursa 256 alınır. Deməli 42 və y ədədlərinin cəmisi bizə 64-ü verməlidir. Buradan da y 22-yə bərabərdir. Deməli y 22, x 64 olmalıdır. Doğru cavab Y-dir. İkincidə, avtomobil şəhər içində hər 100 km yolda 8 litr, şəhər kənarındakı 100 km yolda isə 6 litr benzin sərf edir. Qrafikin 1 və 3 ilə nömrələnən hissələri şəhər içidir, 2 ilə işarələnmiş yol isə şəhər xaricidir. Şəhər kənarı yoldur. Qrafikə görə avtomobil 250 km yolda neçə litr benzin sərf edir? Deməli, diqqət eləsək, ilk öncə şəhər içi yollara baxaq. Şəhər içi yollar buradan bura qədər 0-dan 40-a 40 km buradır. Pilusdakı 190-dan 250-yə qədər olan yol 60 km də buradır. 40 ilə 60-ı toplasam, cəmisi edəcək 100 km. Deməli, şəhər içi yollarda bizə demişdi ki, şəhər içi yolda 100 km-ə 8 litr benzin istifadə edir. Deməli, buna 8 litr getdi. İndi gəlirik şəhərdən kənar olan yollara. Burada baxıram ki, 40-dan 190-a qədərdir. Və burada olan məsafə 150 km-ə bərabərdir. 150 km-dən nə qədər benzin israf etdiyini bilmirəm, x-lə işarə edirəm. Amma onu bilirəm ki, şəhər kənarı olan hər 100 km yolda 6 litr benzin istifadə olunurdu. Əgər 100-ə 6-dırsa, 150-yə x-dir. Buradan x-i tapmaq üçün çarpaz vuraram. 150-ni vurarıq 6-ya və bölərik 100-ə. Cavabı alarıq 9 litr. Deməli, şəhər içi yollara 8, şəhərdən kənar yollara 9 litr benzin sərf edir. 8 plus 9 toplamı olacaq 17 litr. Cavab C variantı olur. Yarışmanın nəticəsinə görə ilk 5 yeri A, B, C, D, Y tutub. İndi diqqət edin, yerləri 1-dən 5-ə qədər yazdıq. Məlumatlar da verib bizə ki, A və D birinci yeri tutmayıblar. Deməli, birinci yerə A yazmıram, D yazmıram. Eyni zamanda deyir, B və C tək nömrəli yerləri tutmayıblar. Yəni, B də, C də 1 də olmaz, 3 də olmaz, 5 də olmaz. B, C də 3 də olmaz, B, C 5 də olmaz. Yəni, ya 2-dir, ya da 4-dür. Onda mən birinci yerə A-nı, D-ni, B-ni, C-ni yaza bilmirəmsə, hökmən Y-ni yazmalıyam. Sonra qeyd edir ki, B və Y qonşu yerlərdədir. Əgər Y 1-dədirsə, B olacaq 2. Avtomatik B2-dirsə, C-yə də qalacaq bir dənə 4. Çünki B ilə C cüt nömrəli yerləridir. Sonra deyir ki, C D-dən yaxşı nəticə göstərib. Əgər C D-dən yaxşı nəticə göstəribsə, C D-dən yuxarıda olmalıdır. Yəni, D olmalıdır 5-ci yerdə. Y, B, C, D-ni yazmışamsa, bir dənə A qalıb, o da olacaq 3 nömrəli yerdə. İndi bizdən C-nin və Y-nin tutduğu yerləri istəyir. C tutub 4 nömrəli yeri, Y də tutub 1 nömrəli yeri. Cavabımız olacaq 4 və 1 C variantı. Gəldik 4-cü suala. Fiqur tamamlanması ilə bağlı bir sual nümunəsidir. İndi burada diqqət eləyək məsələn nəyə? Məlumdur ki, bu suallarda birinci və ikinci ilə işarələdiyim fiqurları üst-üstə qoyur və nəticədə bərabərliyin sağ tərəfində olan 3-cü və 4-cü fiqurları alır. 3-cü fiqurda müəyyən hissələr verilib. Deyirsən də bu çatışmayan hissələri get ikinci fiqurda tamamla. Burada diqqət eləyə bilərik nəyə? Məsəl üçün, mən bu düzbucaqlı hissəsini, dairənin ətrafındakı xəttlərə baxıram. Dairəni baxıram, burada aşağısına gedən xətt var, burada da yuxarısına. Deməli, burada o tamamlanacaq. Mən burada bu xətti çəkməliyəm, yuxarıdan da, aşağıdan da. Eyni şəkildə bu xəttdə var, bu xəttdə burada olmalıdır. Onun üstündə gedən bir xətt görürəm ki, bax, burada var.
Deməli, o xətt burada da olmalıdır. Amma bir dənə baxsanız, C variantında o kvadratın, daha doğrusu düzbucaqlının üstünü örtən o xətt yoxdur C variantında. C variantı getdi. Daha sonra diqqət eləsək, bu düzbucaqlının içərisində belə gedən bir xətt var. Bax, belə, düzbucaqlının sol küncündə. Mən baxıram ki, bunun aşağısı verilib. Mənə nə lazımdır? Onun yuxarı hissəsi lazımdır. Amma D variantında bax, bunu çəkməyibdir. Ona görə D variantı səhvdir. Daha sonra diqqət eləsək, bax, bu var idi zaten bizdə. Bunu təzədən niyə çəkib ki? Bax, burada diqqət eləsəniz, bu fiqurun daxilində zaten bu hissə var. Təzədən gətirib yerdə onu çəkməyi yanlışdır. Niyə getdi? Qaldıq A və B variantlar arasında. Buradakı tək fərq üstdə olan bax, bu çıxıntıdır. İndi diqqət eləyək, o hansıdır? Bax, düzbucaqlının sağ yuxarı küncündə bir çıxıntıdır. Mən baxıram, düzbucaqlının sağ yuxarı küncündə bir çıxıntı olmalıdır. Amma gəlirəm burada sağ yuxarı küncündə o çıxıntını görmürəmsə, deməli bizə o şəkildə olmalıdır. A variantında isə bu çıxıntı yoxdur deyə A gedir. Doğru cavab qalır B variantı. Sonra 5-ci sual bir neçə dəfə qəbulda iştirak etmiş bir sual nümunəsidir. Sualın mahiyyəti nədən ibarətdir? Əslində fərqli cür yanaşmaq olar. Birinci yanaşma bundan ibarətdir ki, kvadrat öz yerində qalır. İlk öncə üçbucaqla dairənin şaquli olanların yerini dəyişir, dairə üçbucaq edir burada. Sonra növbəti dəfə 2-dən 3-ə keçəndə kvadratla dairənin üfüqi formada yerlərini dəyişir, olur dairə kvadrat. Daha sonra üstlə altın yerini dəyişir. Kvadrat üçbucaq olur üçbucaq kvadrat. İndi növbəti dəfə üfüqi formada yer dəyişdirməlidir. Deməli, nə baş verəcək? Üçbucaq əvvələ gəlir, dairə ortaya keçir, kvadrat da aşağıda qalır. Üçbucaq, dairə və kvadrat Y variantında doğru təsvir olunub. 6-cı sual şifrələrlə bağlı bir sual nümunəsidir. Hər bir fiqurun özünün müəyyən bir şifrəsi var. İndi diqqət eləsək, məsəl üçün, burada karandaş var, burada da karandaş var. Deməli, həmin mövqedə dayanan ədədlər eyni olmalıdır. İndi diqqət eləsəm, baxıram ki, bütün variantlarda onlar hamısı 3-3 eynidir. Fərq verən, fərqli olan nəsə tapmaq lazımdır. Məsələn, baxa bilərik bu oxa. Görə o bizə kömək olarmı? Baxıram oxa ki, burada oxu 8 verib, bu tərəfdə oxun qiymətini 4 verib. Bu yanlışdır. Daha sonra burada oxun qiymətinin yerinə 2 yazıb, burada oxun yerinə 8 yazıb. Bu da yanlışdır. Daha sonra keçə bilərik hansı fiqura? Baxa bilərik, məsələn, burada telefon olana. Görək bu bizə kömək olacaqmı? Baxıram ki, A variantında burada 5'dir, burada da 5'dir. Düzdür, burada 5'dir, amma Y variantında burada gətirib telefona 9 yazıb. Birində 5, birində 9 ola bilməz. Bu variantlar getdi. Daha sonra baxa bilərik bu fiqura. Bu oxlar birincidə və ikincinin başlanğıcındadır. Bura 2 yazıb, bura 1 yazıb. Bunlar eyni oxdursa, eyni rəqəmlə şifrələnməlidirlər. A gedir və görürəm ki, burada həqiqətən də 2-2-dir. D variantı doğru cavab variantı olaraq qalır. Gəldik 7-ci sualda. 7-ci suala diqqət eləsək, 6 və 4 ədədlərindən 25, 5 və 2 ədədlərindən 92 alıb. İndi burada əsas diqqətimizi çəkən 5 və 2 kimi balaca ədədlərdən 92 kimi böyük bir rəqəm ədədi almasıdır. Buna eyni zamanda biz, əgər bu qədər böyükdürsə, tərs ədəd kimi baxmaq olar. Burada qanunauyğunluq belə idi ki, ədədləri kvadratda yüksəldir. A kvadratı plus B kvadratı aldığı cavabı tərs çevirir. Məsələn, 6-nın kvadratı ilə 4-ün kvadratını toplayır, eləyir 52. Tərsinə götürür, burada 25 yazır. 5-in kvadratı ilə 2-nin kvadratını toplayır, alır 29, götürür tərsinə 92 yazır. Götürüb 92 yazır və bu şəkildə. İndi sola tətbiq eləsək, 3-ün kvadratı ilə 8-in kvadratını toplayır, 64 plus 9, 73 alır. Hansı ki, bunun da tərsi olacaq 37. C variantı doğru cavab olur. Daha sonra yazıb A ulduz operator B bərabərdir A kvadrat B çıxılsın B. A kvadrat B-nin də qiymətini burada qeyd edib. Əslində biz belə edə bilərik. Gətirərik
Bax, ulduzun ifadəsini tapmaq üçün belə bir şey edərik. Kvadratın yerinə yazaram AB üstəgəlsin A. İxtiyarımız var, çünki bu buradakı ilə buradakı eynidir. Gətirərəm A kvadrat B-nin yerinə yazaram AB üstəgəlsin A. Təzədən də buradan B-ni çıxaram. Deməli, bu nəyin ulduzun ifadəsi oldu? Bu oldu ulduzun ifadəsi. Gəlirəm mən aşağıda ilk öncə 10 ulduz C-ni, sonra da 4 kvadrat 15-i hesablayıram və qiymətlərini bərabərləşdirirəm. Gəlin ilk öncə 10 ulduz C-ni hesablayaq. 10 ulduz C-də diqqət edəsək, ulduzun sol tərəfi 10-dur. Ulduzun sol tərəfi A-dır. Deməli, A-nın yerinə 10 yazmalıyam. Ulduzun sağ tərəfi B-dir, sağ tərəf C-dir. Deməli, B-nin yerinə C yazmalıyam. Bu düsturda. 10 vurulsun C, üstə gəlsin A, yəni 10, çıxılsın B, yəni C. Bunu qeyd elədik. Sonra keçirəm 4 kvadrat operator 15-i hesablamağa. 4 kvadrat operator 15-də artıq A-nın yerinə 4, B-nin yerinə 15 gəlir. Və kvadrat operatoru necə hesablayırdı? A-nı B-yə vurub üstünə A-nı gəlirdi. 4-ü vuracaq 15-ə, üzərinə təzədən 4-ü gələcək. Olacaq 64. Deməli, mənim yuxarıda tapdığım bu ifadədə və aldığım 64-də bir-birlərinə bərabərdirlər deyə nə yazacağım? Yuxarıdakını sadələşdirsəm olur 9C üstə gəlsin 10. Aşağıdakı da 64. Yazacağıq 9C plus 10. 9C plus 10 bərabərdir 64. Buradan 9C bərabər olacaq 54-də. C-ni də alıram 6. C-nin qiyməti deməli olur 6. C variantı. 9-da A variantındakı söz əzmkar, B-dəki çalışqan, C-dəki tənbəl, D-dəki səbirli və Y-dəki söz savadlı sözləridir. Burada fərqli olan söz tənbəl sözüdür, yəni C variantındakı söz. 10-cu sual. Riyaziyyat müəlliminin dediyinə görə məsələni həll edən oğlanların sayı onu həll etməyən qızların sayına bərabərdir. Qızların sayı oğlanların sayından çoxdur. İndi belə bir şey edə bilərik. Sinif oğlanlardan və qızlardan təşkil olunub. Sinif oğlanlardan və qızlardan təşkil olunub. Eyni zamanda oğlanları da bölünür. Həll edənlər və etməyənlər, eyni zamanda qızlar da həll edənlər və həll etməyənlər olmaqla iki yerə bölünür. İndi deyir ki, həll edən oğlanların sayı həll etməyən qızlardır. Tutaq ki, həll edən oğlanlar x olsun, həll etməyən qızlar da onda x olmalıdır. Sonra deyir ki, qızların sayı oğlanların sayından çoxdur. Onda mən tutaq ki, bura A yazıram, burada B yazıram. Onda nə başa düşürəm? Qızlar oğlanlardan çoxdursa, onda belə başa düşürəm ki, x plus A kiçik olmalıdır B plus x-dan. Yəni, bir sözlə həll etməyən oğlanlar həll edən qızlardan az olmalıdır. Aha, indi sualın diqqətlə baxaq. Deyir, məsələni həll edən qızların sayı, məsələni həll etməyən oğlanların sayından azdır. Məsələni həll edən qızların sayı, həll etməyən oğlanların sayından əksinə çoxdur. Biz dedik ki, B-dan böyükdür. A gedir. Məsələni həll etməyənlərin sayı oğlanların sayından azdır. Gəlin, həll etməyənlərin sayını tapaq. Məsələni həll etməyənlərin sayı A üstə gəlsin x-dır. Oğlanların sayı da x plus A-dır. Baxıram ki, məsələni həll etməyənlərin sayı elə bizə oğlanların sayını verir. Bu səhvdir. Məsələni həll etməyənlərin sayı, baxın Y variantında oğlanların sayına bərabərdir. Bəs burada bir məqam da var. Məsələni həll edənlərin də sayı qızların sayını verəcək. Gəlin, baxaq bir dənə. Məsələni həll edənlərin sayı x plus nədir? B-dir. Elə qızların da sayı B plus x-dir. Bu da bir-birinə bərabərdir. Həll edənlərin, məsələni həll etməyənlərin sayı oğlanların sayını verir. Həll edənlərin sayı bizə qızların sayını vermiş olur. 11-ci sual yenə mətn təhlili ilə bağlı sual nümunəsidir. 5 tələbənin 3 fənn üzrə imtahan nəticələri qeyd olunub. Deməli, 3 nəfər tarixdən 5 alıb, Teymur, Seymur, məntiq və fəlsəfədən 2 alıb. İndi buradan belə bir hissədən yazaq. Əvvəlcə adları qeyd edirəm. Teymur, Seymur, Çingiz, Leyla və Aynur. Yuxarıdan da fənləri yazarıq. Məntiq, fəlsəfə və tarix.
məntiq, fəlsəfə və tarix. Fəlsəfə və tarix. İndi deyir ki, 3 nəfər tarixdən 5 alıb. Kimdir bilmirəm. Sonra deyir, Teymur və Seymur məntiq və fəlsəfədən 2 alıb. Teymur da, Seymur da məntiqdən də, fəlsəfədən də 2 alıblar. Sonra Çingiz fəlsəfədən 2 alıb. Çingizin fəlsəfə qiymətinə 2 yazırıq. Çingiz, Leyla və Aynur məntiqdən 4 alıb. Çingiz də, Leyla da, Aynur da məntiqdən 4 alıb. Aynur və Leyla fəlsəfədən 3 alıblar. Leyla da, Aynur da fəlsəfədən 3 alıblar. Sonra deyir, Seymur və Leyla tarixdən 4 alıb. Seymur da tarixdən 4 alıb. Leyla da tarixdən 4 alıb. Və qeyd eləmişdi ki, yuxarıda da 3 nəfər tarixdən 5 alıb. Onda yerdə qalan Teymur, Çingiz və Aynur tarixdən 5 alıblar. Yine sonra deyir ki, bu fən üzrə orta hesabla 3-dən aşağı qiymət alan kimdir? Gəlin, hər bir şəxsin ortalamasını tapaq. Teymurun ortalamasını, ortalamanı tapmaq nə deməkdir? Bütün fənlərdən aldığı qiymətləri toplayıb fənin sayına bölürəm. 2, 2 və 5. Topladım elədir 9. 3-ə bölsəm tam 3 çıxır elə. 2, 2, 4. Toplasam 8, 8-i 3-ə bölsəm 2 tam 3'də 2 olur. Baxın 3'dən aşağıdır. Elə bizdən soruşurdu 3'dən aşağı qiymət alan təbii ki, bu olacaq Seymur. Diqqət eləsəniz qalanları hamısı böyükdür. 6 plus 15, 11. 11'i 3'ə bölsəm 3 tam 3'də 2 düşəcək. 3'dən böyükdür. 4, 3, 4, 11'dir. Bu da 3'dən böyükdür. 7, 5, 12. 3'ə bölsəm düşür 4. Bu da təbii ki, 3'dən böyükdür. 3'dən aşağı olan bir dənə Seymurdadır. Gəlirik 12-yə. Qlobal istiləşmə nəticəsində A bölgəsində yaşıllıqların bir hissəsi yox oldu. Cümlədən çıxan nəticə hansıdır? A bölgəsi qlobal istiləşmədən zərər çəkən yeganə ərazi deyil. Mən bunun yeganə ərazi olub olmadığını bilmirəm. Ona görə A-nı mütləq doğru qəbul edə bilmərəm nəticə kimi. Cümləyə diqqət etsəniz cavab çıxır. Qlobal istiləşmə nəticəsində ada yaşıllıqların bir hissəsi yox olubsa, deməli istiləşmədən əvvəl A bölgəsində yaşıllıqlar daha çox idi. Məsələn, bu da B variantında əks olunub. Daha sonra 13-cü sual. Diqqət eləsək, burada nə baş verir? Mən yuxarıdakı və aşağıdakı ədədlərə baxsaydım, onların bir-birinə bölünən ədədlər olduğunu görərdim. Məsələn, 51 17-yə bölünür, 12 4-ə bölünür, sonra 16 2-yə bölünür, 9 3-ə bölünür. Bunu belə edəcəyik. 6-nı bölür 2-yə, vururam 14-ü bölürəm 2-yə. Bir-birinə bölüb vurur. 3 4 eləyir. Bu 7 eləyir, bu da eləyir 3. Bir-birinə vuranda olur 21. 9-u 3-ə bölsəm 3, 16-nı 2-yə bölsəm 8. 3-ü 8-ə vursam 24. 26-nı 4-ə bölsəm prosto tam bölünmür də 6.5 çıxır. 8-i 4-ə bölsəm 2 çıxır. 6.5-i 2-yə vursam 13 olacaq. 1-i 1-ə bölürəm. 1, 0-ı 1-ə bölürəm, 0. 0-ı 1-ə vuranda cavabı 0 alırıq. İndi 51-i 7-yə bölsəm 3, 12-ni 4-ə bölsəm 3. 3-ü də 3-ə vurub cavabı 9 alaram, C variantı. 14 fiqur cədvəlləri ilə bağlı bir sual nümunəsidir. Və burada diqqət eləsək, hər sətirdə, ümumiyyətlə fiqur cədvəllərində, hər sətirdə fiqurlarda təkrarlanmalar, müəyyən hissələr, təkrarlanmalar baş verir. Məsələn, mən baxıram, hər sətirdə bu dairələrdən var. Hər sətirdə bu üçbucaqlardan var. Bu sətirdə romblar var, amma bu sətirdə yoxdur. Deməli, cavablarda romblar olmalıdır. Eyni zamanda rombun içindəkilərə diqqət eləsək, baxın, bu boz olan bir dəfə yuxarıdadır, bir dəfə sağ tərəfdədir. İndi növbə bozun solda olmasındadır. Yuxarıda olub. Boz sağ tərəfdə olmamalıdır. Burada ümumiyyətlə boz yoxdur. Diqqət eləsək D variantındadır. Prosta burada bir şey var. Bu hissələr qara hissələr düşməyib bunun içində. Bax, sonra var burada bir də xətlər. Problemli düşüb biraz xətlər çünki yoxdur. Bax, sonra diqqət eləsək. Məsəl üçün sağ tərəfdə nə var? Bu xətlərdən var. Bozda var, amma nöqtələrdən yoxdur. Bax, D variantında o nöqtələrdən də var. Prosta çapda biraz şəkildə problemli düşüb. 15-ci sual. Aksesuar və muncuq sözləri verilib. Muncuq özü bir aksesuardır.
Kələm özü də bir tərəvəzdir. A variantı doğrudur. Lal dildir, yox. Heyvan pişikdir, yox. Əksinə, pişik heyvandır. Yeri dəyişik olmalı idi. Qalib məşqçidir, yox. Gavalı çəyirdəkdir, yox. Aksesuarlardan biri muncuqdur, tərəvəzlərdən də biri kələmdir. 16-cı sual. 16-cı sualda qanunauyğunluq burdan ibarətdir ki, ümumiyyətlə belə bir suallar verəndə orada çox vaxt cəmlərlə bağlı bir qanunauyğunluq olur. Mən kənarda olan ədədləri cəmləsəydim, bunun cəmini 35 alardım. Burada olanları cəmləsəm, alaram cəmini 15. Ortadakindən yox, kənardakılar sadəcə cəmləsəm alaram 24. Və diqqət eləsək, bax bu ədədlərə 35 içəridə 6, 15 içəridə 4, 24 içəridə 5. Ortadakı ədədləri kvadrata yüksəldir, 1 çıxır. 4-ün kvadratı 16, 1 çıxsam 15, 5-in kvadratı 25, 1 çıxsam 24. İndi buradakiləri cəmləsəm alacaqdım 48. 48 də sual işarəsinin yerində olan ədədin kvadratından 1 azaldıb 48 alıramsa əgər, deməli sual işarəsinin yerinə olmalıdır 7. 7 olacaq D variantı. Gəldik 17-ci suala. 17-ci sual nədir? Deyir, ən yaşlı sakininin 139 yaşı olan bir şəhərdə yaşayan ailə uşaqdan baba, nənə, ata və anadan ibarətdir. Yaşa görə sırada birinci baba gəlir, daha sonra nənə, sonra ata, buradan qeyd edək, ana və ən sonda uşaqdır. Burada diqqət eləsək, deyir ki, babanın yaşı uşağın yaşından 14 dəfə, ananın yaşı ailənin ən kiçik üzvünün yaşından 9 dəfə çoxdur. Mən belə baxıram ki, hamısının yaşını uşağın yaşına mütənasib şəkildə verib. Onda uşağın yaşını x götürərəm. Babanın yaşı olar 14x, ananın da yaşı olar 9x. Nənə ilə atanın yaşını bilmirəm. Birinə n, birinə də a deyərik. Sonra deyir ki, baba ilə atanın yaşları arasındakı fərq, hansı ki bu 14x çıxılsın a-dır. Yazıram yuxarıdan 14x çıxılsın a. Bu nəyə bərabərdir? Deyir, nənə ilə ananın yaşları arasındakı fərqə bərabərdir. Nənə ilə ananın yaşları arasındakı fərq də n çıxılsın 9x-dir. Və mən bunları x-ləri bir tərəfə keçirsəm, buradan alaram a plus n bərabərdir 23x. Və belə başa düşürəm ki, ata ilə nənənin yaşlarının cəmisi 23x imiş. Sonra deyir ki, atanın yaşı bu ailə üzvlərinin orta yaşına bərabərdir. Atanın yaşı ailə üzvlərinin orta yaşıdırsa əgər, orta yaşı tapanda nə etmək lazımdır? Hamısını tapıram, yaşlarını toplayıram, bölürəm sayılarına. Ümumiyyətlə, ədədi orta budur. Topla, böl sayına. İndi mən bunları toplayıram. 14x, 23x, 9x və x toplayanda eləyir 47x. 47x'i 5-ə bölsəm, alacam 9,4x. Deməli, atanın yaşı 9,4x imiş. Ataya yazıram 9,4x. Onda nənənin yaşına nə qalır? 13,6x. Çünki toplam 23 etməlidir. İndi bizə məlumdur ki, yaşlar heç vaxt kəsr hissəsi ola bilməzsə 9,4 yaş, 27,8 yaş, belə bir yaş ola bilməz. Yaşlar tam ədədlərlə ifadə olunmalıdır. Onda mən elə bir ədəd tapmalıyam ki, 9,4-ü, 13,6x-i tam qiymətə çevirsin. Burada da x-in qiyməti 5, 10, 15 və s. ola bilər. Yəni 5-in misilləri olmalıdır. Mən burada 10 istifadə edə bilmirəm. Çünki mən gətirib x-a 10 yazsam, babanın yaşı 140 çıxır. Amma bizə deyir ki, ən yaşlı sakinin 139 yaşı var. Yəni 139'u aşa bilməz burada yaşayan insanların yaşı. Onda x-in 5 qiymətini götürəcəyik biz. X-i 5 yazsam, babanın yaşı olur 70, nənənin yaşı olur 68, atanın yaşı olur 47, anada olur 45 və uşağın olur 5 yaşı. Bizdən nənənin yaşını istəyir. Bu da olacaq 68 yaş. Gəldik 28-ci sualda. Diqqət eləsək, kağız əvvəlcə 4 bir küncdən içəriyə doğru qatlanıb. Bu küncdən bura qatlanıb, buradan bura, bu tərəflərdən hər biri ortaya doğru qatlanıb. İndi biz şəkli götürüb açanda, təbii ki, hər birini mütənasib şəkildə açmalıyıq. Məsələn, bu hissəni götürdüm, bura açdıq. Bu hissəni götürüb bura açmalıyıq. Eyni şəkildə bu hissəni aşağıya doğru açmaq lazımdır.
Diqqət edirəm, bu hissədə belə bir kvadrat kəsim var. O kvadrat kəsim gəlib özünü bax bu hissədə görməlidir. Buradan belə bir trapesiyaya oxşar bir kəsim var. O kəsim də gəlib burada trapesiya formasında olmalıdır. Daha sonra mən burada baxıram bu hissəyə. Başqa birindən işarə edeyim. Məsələn, bu. Bu hissəni mən simmetrik olaraq bura açmaq istəsəm, nə olacaq? Burada olan belə bir düzbucaqlı gələcək bura. Belə bir hissədə, yəni böyük trapesiya kimi, o da gəlib bura düşəcək. Eləsinə bu qədər açmağa da ehtiyac yoxdur. Mən baxıram, sağ tərəfdə kvadrat kəsim yoxdur. Sonra C, D və Y variantlarında diqqət eləsək, sol tərəfdə bax burada bu boyda kəsim olmamalıdır da, kiçik trapesiya kəsimi olmalıdır. C və D arasında qalıram. Orada aşağı düşən hissə burada üçbucaq olmalı deyil, trapesiya olmalıdır. Ona görə C gedir və cavab qalacaq D variantı. Gəldik 19-cu suala. Analogiyalarla bağlı bir sual nümunəsidir. Böhran və iqtisadi sözləri verilib. Böhran iqtisadi formada olur da, yəni iqtisadi böhran deyirik. Burada cərrahi əməliyyat, əməliyyatın bir növüdür də bu cərrahi, iqtisadi böhran, cərrahi əməliyyat. Ona görə A variantı uyğun gəlir. 20 ağ-qara prinsipini tətbiq etmək lazımdır. Ümumiyyətlə, ağ-qara fiqurların toplanması görəndə onlara ağ-qara toplanması, ağ-qara prinsipi kimi baxmalıyıq. Ağ və qara hissə üst-üstə düşəndə nəticə ağ olur. Yazırıq ağ plus qara bərabərdir ağ. Daha sonra qara ilə ağ toplananda nəticə bizə qara verib. Qara ilə ağ toplanıb nəticəsi qara olub. Daha sonra ağla ağ toplanıb nəticə olub qara. Ağla ağ toplanıb nəticə olub qara. Daha sonra diqqət eləsək, qara ilə qara toplanır, nəticəsi olub ağ. Qara ilə qara toplanır, nəticə olur ağ. İndi eyni şey gəlib tətbiq edirik suala. Qara ilə ağ toplanır. Qara ilə ağ toplananda nəticə bizə qara verməlidir. C variantı gedir. İkinci yerə baxaq. Burada qaradır, burada qaradır. Qara ilə qara bizə ağ verməli idi. A variantı gedir. Aşağıya baxaq. Bu hissəsi ağdır, bu da ağdır. Ağla ağ bizə qara verirdi. Hansı ki, baxıram ki, hamısında qaradır. Sağ tərəfə baxa bilərik. Burada qaradır, burada qaradır. Qara ilə qara ağ verməli idi. Bu hissəni qara saxlayıb B gedir. D və Y variant arasında qalır. Onu da bura baxmaq olar. Qara ilə qara bizə ağ verməlidir. Amma Y variantında yenə də qara saxlayıb. Y də gedir. Bir dənə cavab qalır. D variantı. 21-ci sual. Demokratik və avtoritar. Bunlar bir-birinə əks olan sözlərdir, antonimlərdir. Cəld sözünün də əksi, antonimi nədir? Ləng sözüdür. Keçdik 22-ci suala. Satıcı meyvənin 5 kiloqramını A manata satır. 5 kiloqramdan çox meyvə alan müştəriyə isə meyvənin hər əlavə kiloqramını 2 manat ucuz satır. Alıcı 5 kiloqram meyvə alarsa nə qədər pul ödəməlidir? B 5-dən böyükdür. Yəni ki, alıcı 5 kilodan daha çox meyvə alır. Təbii ki, buna daha biraz ucuz düşəcək də. İndi diqqət edək. Bax 5 kiloqramını A manata satırsa, əgər bir meyvənin 5 kilosu A manatadırsa, onda belə çıxır ki, 1 kiloqramı neçəyədir? A bölünsün 5 manatdır. Normalda bu meyvənin, deməli, 1 kiloqramının qiyməti A bölünsün 5 manatdır. Bunu bir kənardan qeyd edək. 1 kiloqramının qiyməti A bölünsün 5 manatdır. Bu 1 kiloqramının qiymətidir. İndi deyir 5-dən çox meyvə alan müştəriyə hər əlavə kiloqramını 2 manat ucuz verir. Məsələn, bu gəlir 13 kilo meyvə alır. 13 kilo meyvənin, məsəl üçün deyirəm, 5 kilosuna bu gəlib A manat ödəyəcək. Amma yerdə qalan 13-5, yəni 8 kilosuna daha ucuz, 2 manat daha ucuz ödəyəcək. Nə qədər ödəyəcək? Hər əlavə kiloqramı üçün 2 manat ucuz ödəmiş olacaq. Yəni, bu şəkildə. İndi bunu sistem şəklinə gətirək, yəni sistemləşdirək, bir düstur şəklinə gətirək. Bu gəlir, B kiloqram meyvə almaq istəyir. Aydındır ki, B kiloqram meyvənin 5 kilosunu alır.
Hansı ki kilosunu A bölünsün 5 manatdan verir də. Normalda A böl 5 manatdır. Amma yerdə qalan nə qədər qalır? Hansı ki 5-5 kiloqram qalır. 5-5 kiloqramın hər əlavə kiloqramın 2 manat daha ucuz alır. Yəni A böl 5'e almır. A böl 5 çıxılsın 2 manata almış olur. Onda nə edirəm? Gəlirəm 5 kilosunu əgər A böl 5'dən alırsa buna nə qədər pul ödəməlidir? 5 vurulsun A böl 5, yəni A manat ödəməlidir. Eyni zamanda B çıxılsın 5 kilosunu da hər kiloqramına A böl 5 çıx 2 manat ödəyirsə, onda B çıxılsın 5 vurulsun A bölünsün 5 çıxılsın 2 manat nə etməlidir? Ödəniş etməlidir. Onda bunu da vurub açsam, A üstə gəlsin, B-ni A böl 5'e vursam olacaq AB böl 5. Daha sonra B-ni mənfi 2'ye vursam çıxılsın 2B. Mənfi 5'i A böl 5'e vursam çıx A olacaq. Mənfi 5'i mənfi 2'ye vursam 10 olar. Buradan mənfi A-dan müsbət A gedər və yerdə nə qalar? AB bölünsün 5 çıxılsın 2B plus 10 almış olaraq. Deməli, cavabımız olacaq AB böl 5 çıxılsın 2B plus 10 C variantı olmuş olur. Keçirik 23-cü suala. 23-cü sualda diqqət eləsək, burada verilən fiqurlar üzbəüzdə, yəni qarşı-qarşıya dayanan fiqurlar bir-birinin eynisidir. Baxırıq ki, bu fiqurla bu bir-birinin eynisidir. İndi sualın qarşısında dayanan yerdə hansı fiqur var? Bu fiqur var. Diqqət eləsək, bu fiqur burada dayanıb və o gəlib qarşıya keçməlidir. Variantlardan biz burada olan fiqurun eynisini axtarmalıyıq. Bu da B variantında doğru şəkildə qeyd olunub. 22-ci sualda A, B, C-nin sıfırdan və bir-birindən fərqli bir rəqəmli ədəd olduğunu qeyd edib. A, B, C cəminin maksimum və minimum qiymətlərinin cəmini bizdən soruşur. İndi burada biz A-ya və B-yə, eyni şəkildə C-yə müxtəlif qiymətlər verə bilərik. İlk toplamadan diqqət eləsək, mən A-ya, B-yə, eləcə də C-yə 0 verə bilmirəm deyə A-nın bir qiymətindən qiymət verərək başlayıram. Görək hansı qiymətlər ala bilər. A 1 olsa 1 ilə 4-ün cəmi B olacaq 5. B-yə 5 yazandan sonra 5'in üzərində C gəlib 9 alıramsa əgər C 4'dür. İndi buradan A, B, C üçün qiymətləri qeyd eləyək. A 1, B 5, C 4. Daha sonra nə ola bilər? Mən A-nın qiymətini bir vahid artırıb edəcəm 2. 2 ilə 4'ün cəmi olar 6. 6'nın üzərinə də 3 gəlsəm 9 eləyər. Deməli bu halda A, B, C olacaq 2, 6 və 3. A-nın qiymətini dəyişib 3 edərəm. 3 ilə 4 cəmisi verər 7. 7 ilə də 2 olar 9. Deməli 3, 7 və 2-ni də ala bilər. Növbəti yoxlayıram 4. 4'ün üzərinə 4 gəlsəm edər 8. 8'in üzərinə 1 gəlsəm olar 9. Deməli 4, 8, 1 versiyası da ödənir. Mən artıq A-nın yerinə gətirib 5 yazsam, A-nın yerinə 5 yazsam, B-nin qiyməti 9 çıxar. B 9 olduğu təqdirdə C də 0 olar. Bu bizə lazım deyil. Çünki deyir 0-dan və bir-birindən fərqli olsunlar. Onda bu halda A, B, C cəmi olur 10. Bu halda olur 11, bu halda 12 və nəhayət bu halda A, B, C ədədlərinin cəmi olur 13. Bizdən maksimal və minimal istəyir. A, B, C cəminin maksimum qiyməti 13, minimum qiyməti isə 10'dur. Gətirib bunları toplasam cavabı 23 almış olaram. 25-ci sualda anaqramlarla bağlı sual nümunəsidir. A variantındakı söz orfoqrafiya, B-dəki morfologiya, C qrammatika, D piktoqram, Y-dəki isə sintaksis sözləridir ki, burada piktoqram sözü fərqlidir. Digərləri Azərbaycan dilinin terminləridir. 26-cı sual kublarla bağlı bir sual nümunəsidir. Hansı açılış yuxarıda, daha doğrusu hansı bağlı forma yuxarıda verilmiş açılışa uyğun gəlir? Bunu tapmalıyıq. Məsələn, gəlin birinci şəkildəki kubu yaratmağa çalışaq. Deməli, burada gördüyümüz iki nöqtə pəncərə və bu üçbucaq formasında olanda, bu üçbucaq iki nöqtədən uzaqda olduğuna görə ixtiyarımız var. Bunu buradan qoparıb gətirərik bunun yanına. Qoparıb gətirdiyimiz təqdirdə və bu şəkildə bir hissə almış oluruq. Pəncərəni də mən bunların yanına fırladıb gətirmək istəsəm, aydındır ki, yuxarıda dayanan
üzü 90 dərəcə fırladıb gətirə bilərəm. Fırlatdığımız halda belə bir hissə almış oluruq. Gəlin buradan orientasiyanı yoxlayaq. Görək nə alınır. 2 nöqtə gəlir, üçbucaq gəlir, sonra yarım pəncərə gəlir. 2 nöqtə, üçbucaq, yarım pəncərə. Birincidə də yoxlayıram. 2 nöqtə gəlir, saat əqrəbi istiqamətində, yarım pəncərə gəlir, sonra üçbucaq gəlir. Diqqət eləsək, birdə orientasiya pozulub. Ona görə bir yanlışdır. Bir olan bütün variantları ataraq gedir. Daha sonra gəlib 2-ni yoxlayırıq. 2 doğru olacaq variantlardan da göründüyü kimi. 2 nöqtə, üçbucaq. Bunu silməyək. Elə bizim bayaq aldığımız görüntüdür. Geri qaytaraq. Bunu silsək buradan. Bunu da buradan tamamlayaq. Oy. İndi yoxlayaq görək elədimi? 2 nöqtə üçbucağa baxır. 2 nöqtə üçbucağa baxır. 2 nöqtənin sağ tərəfində yarım pəncərənin ağ hissəsidir. Bəli, doğrudur. Orientasiyada düz gəlir. 2 nöqtə üçbucaq, yarım pəncərə. 2 nöqtə üçbucaq, yarım pəncərə. 2 də doğrudur. Bir problem yoxdur. 2 doğrudur. Biz Y-ni və A-nı atmışdıq. 2 doğrudur. İndi 3-ə gəlin baxaq. 3-dən öncə 5-ə heç baxmamızın ehtiyac yoxdur. Çünki səhvdir. 2 nöqtə bu ağa yaxındır. Amma pəncərənin çıxıntı hissəsi 2 nöqtə ilə yuxarıdadır da. Burada pəncərənin çıxıntı hissəsini aşağıda verib. 5 bu səbəbdən yanlışdır. Gəlirəm 3-ü və 4-ü. Hansısa birini, ikisini də ardıcıl şəkildə yoxlayaq. Yarım pəncərə, üçbucaq, ağ. Ağ zaten burada var. Mən bu yarım pəncərəni gətirərəm görək. Üçbucaqla o hansı vəziyyətdə olacaq. Onu bilək. İndi bunu mən bir dəfə fırlatsam. Bu şəkildə gəlib düşəcək. Bir dəfə də fırlatsam, gəlib bunun üzərində necə dayanacaq? Bu formada. İndi diqqət edək görək. 3 doğrudurmu? Burada orientasiyanı yoxlamaq istəsək, aydındır ki, bizim baxacağımız ağ bu olmayacaq. O buradakı ağ üst. Çünki o yuxarıdakı yarım pəncərə ilə qarşıdır. Eyni şəkildə bu ağ da olmayacaq. Çünki o da bu üçbucaqla qarşıdır. Deməli, söhbət bu ağdan gedir və gəlin orientasiyanı yoxlayaq. Yarım pəncərə, üçbucaq, ağ üst. Yarım pəncərə, üçbucaq, ağ. Burada isə baxıram, yarım pəncərə gəlir, ağ gəlir, sonra üçbucaq gəlir. Deməli, 3 problemdir. Yanlışdır. Orientasiyası düzgün gəlmir. Bu səbəbdən 3-ü də variantlardan atandan sonra qalır yalnız 2 və 4. 4-ün doğruluğunu da bir dənə gəlin yoxlayaq. Baxıram ki, 2 nöqtə ilə üçbucaq üzdür. Gətirərəm 2 nöqtənin yanına üçbucağı. Üçbucağı buradan gətirdik və bura. Bu şəkildə çəkdik. Bir də yanında ağ var. Aydındır ki, o ağ bu ağ ola bilməz və bu ağ ola bilməz. Çünki bunlar biri 2 nöqtə ilə qarşıdır, biri də bundan qarşı olan üzdür. Bu səbəbdən mən aşağıdakı ağı da fırlandırıb gətirirəm və bura. Baxaq ki, 2 nöqtə üçbucağın üçbucaq hissəsinə baxır. Bəli, bu hissəsinə baxır. Orientasiyanı da yoxlayaq. Ağ gəlir, üçbucaq gəlir, 2 nöqtə gəlir. Ağ gəlir, üçbucaq gəlir, 2 nöqtə gəlir. Orientasiyası da düzgündür. Deməli, elə 4 doğru cavab variantı olur. Yalnız 2 və 4 olacaq B variantı. Keçdik 27-ci suala. Çoxluqlarla bağlı sual nümunəsidir. 38 nəfərlik qrupda ingilis dilini bilənlər fransız dilini də bilirlər, lakin alman dilini bilmirlər. Deməli, ingilisi bilənlər fransızı da biləcəklər. Daha sonra amma deyir ki, alman dilini bilmirlər. İngilis dilini bilənlə alman dilini bilən yoxdur. Yəni, hansı ki bir adam alman dilini bilsə, o ingilisi bilməyəsidir. 14 nəfər yalnız fransız, 9 nəfər yalnız alman dilini, 5 nəfər həm fransız, həm alman dilini bilir. İndi burada Venn diaqramı çəkək. Əslində çəkmədən də yazmaq olar, amma çəksək daha rahat da görə bilərik əslində. Baxıram, bura yazıram ingilis, bura alman, bura fransız. Aydındır ki, ingilislə almanın ümumiyyətlə kəsişməsi yoxdur. İngilislə almanın kəsişməsi yoxdur. Ümumiyyətlə, ingilis-alman olan dairələrə mən bütövlükdə 0 yazıram.
İngilis dilini bilənlər çünki alman dilini bilmirlər. Bu kəsişmə ümumilikdə yoxdur. Burada adam yoxdur. Sonra deyir 14 nəfər yalnız fransız. Yalnız fransızı bilənlərin yeri bax buradır. 9 nəfər yalnız alman. Aha, bu hissədədir. Daha sonra 5 nəfər həm fransız, həm alman. Baxıram, həm fransız, həm almanın dairəsi buradır. Bu deyilir 5 nəfər. İndi məndən ingilisin bilənlər ən çox neçə nəfərdir və bunu soruşur. Bu dairəni soruşur. Mən bu dairənin xaricində olanlara baxıram. 9, 5 və 14. Cəmi neçə nəfər edir? 28 nəfər edir. Toplamda bizdə 38 nəfər var. 38 nəfərdən çıxaram 28-i, cavabı alaram 10. Deməli, ingilis dilini bilənlərin maksimal sayı 10 nəfərdir. Y variantı doğru cavabımız olacaq. Çünki yerdə qalan insanlar almanlarla, yalnız fransızlarla bağlı olduğuna görə bunun ingilisə aidiyyatı yoxdur. Bu səbəbdən cavabımız oldu 10. 28-ci sual xəyali kəsimlərlə bağlı bir sual nümunəsidir. Ümumiyyətlə, bu tip sualları işləyəndə diqqət eləməliyik ki, ən sonda kəsilən hissə fiqurda mütləq şəkildə qalmalıdır, dəyişə bilməz. Mən diqqət eləsəm, kağızı ilk öncə yuxarıdan aşağıya doğru, baxın, burada qatlayıb, daha sonra isə ortadan bölüb aşağını, soldan sağa doğru qatlayıb. İndi açanda məlum məsələdir ki, əksinə açırıq. Sağdan sola, sonra da aşağıdan yuxarıya doğru açırıq. İlk öncə buna diqqət eləyək ki, bu bizim kağızın sağ aşağı küncüdür. Gələk sağ aşağı küncdə. Görək o vəziyyət varmı? A variantına baxıram, eynisi deyil. D variantına baxıram. Bu hissə, bu künc eynisi deyil. Həmçinin baxıram, B variantında var. C variantında isə yoxdur. Burada sola meyillidir, bura sağa meyillidir. C gedir. Qalırıq B və Y variantında. Ancaq burada bir məsələ var ki, Y variantında bu hissələr, bu iki aşağılar bir-biri ilə simmetrik deyil. Eyni şəkildə də aşağı ilə yuxarı simmetrik deyil. Ona görə Y variantı gedir və bir dənə B variantı doğru cavab qalır. Həqiqətən də baxsaq, bir-biri ilə həm sağ-sol, həm də aşağı-yuxarı simmetrikdir. 29-cu sual hissələrin tamamlanması ilə bağlı sual nümunəsidir. Burada məsələ nədən ibarətdir? Birinci və ikinci hissə şəkil üst-üstə qoyulur və yeni bir şəkil alınır. Həmin şəklin bərabərliyin sağ tərəfində, bu üçüncü fiqurda müəyyən parçaları verilir, çatışmayanları da bizdən tapmaq tələb olunur. İlk öncə baxacağımız nədir? Əsasən nöqtənin ətrafı ilə baxmaq bizə daha çox sərf eləyir. Və bir də əsasən variantlarla işləmək çox kömək olur bizə. İndi diqqət eləyək. Məsəl üçün, mən nəyə baxıram? Fərqi tutmaq üçün. Baxsaq görərik ki, bu nöqtənin aşağısında bir xətt var. Ondan biraz aralıda bir xətt var. Daha sonra bu xəttin ortasında da bir xətt var. Mən bu ikisini üst-üstə qoyanda nöqtədən bu tərəfdə bir xətt olmalıdır yenə. Daha sonra diqqət edirəm, bu ortada yenə də bir xətt olmalıdır və ən sonunda bu hissədə bir dənə də xətt var. Bu hissədə bir dənə də xətt var. Gəlir, bu xətt də bura düşür və baxın, bu şəkildə yenə də bir dənə xətt var. Bu deməkdir ki, burada dümdüz bütün xəttlər olmalıdır. O xəttin bu şəkildə bu hissəsi yoxdur, bu hissəsi yoxdur, bir də bu hissəsi yoxdur. 3 dənə paralel xətt olmalıdır. Mən cavab variantlarına baxsam, görərəm ki, o xəttin, diqqət eləsək, hansını bizə verməyib. Cavab variantlarında baxsaq, bu ortadakı xətt yoxdur. Baxın, burada ortadan gələn xətt yoxdur Y variantında. Y variantını çıxarıq həmin xəttə görə. Daha sonra aşağıda X forması var. Bu X. Bu tərəfdə belə bir xətt var. Ona bir dənə variantlara diqqət eləsəniz, görəcəksiniz ki, bax, burada həmin xətti təzədən verib. Mövcud olan xətti yenidən bizə verə bilməz. Ona görə A variantı gedir. Daha sonra hansı fərq var? Məsələn, buradan çıxan bir xətt var. Daha doğrusu biz variantı atmışıq. C-də və D-də. Gəlin gedək görə bizə o xətt lazımdır ya yox. Bu xətt baxıram ki, burada var. Burada varsa, deməli cavabda da o xətt, baxın, burada olmalıdır. Amma B variantında o xətti qoymayıb, ona görə B variantı gedir.
Qalıram C və D arasında. C və D variantındakı tək fərqə diqqət eləsək hansıdır? Buradan gələn bir xətt. Oradakı xətt bizə gedə görə lazımdır ya yox? İndi o xətt hara düşür? Üçüncü xəttin əvvəlinə. Buradan belə bir xətt. Buradan belə bir xətt varsa buradakı bu xətt. Burada da olmalıdır. Amma diqqət edirəm zaten həmin xətt, baxın burada var. Bu xətt burada var. O xətt orada mövcudsa, təzədən o xətti burada çəkməyə heç bir ehtiyac yoxdur. Ona görə D variantda gedir. C variantı doğru cavab variantı olacaq. Diqqətli olub xəttlərin harda yerləşməsinə baxanda cavabı rahatlıqla tapmaq olur suallarda. Sadəcə diqqət lazımdır. 30-cu sual. Şifrəli əməllərlə bağlı sual nümunəsi desən sadə bir sualdır. ABC müsbət tam ədədlərdir. Deyir A-nı 9-a bölüb cavabda B alıb, qalıqda 8 alıb və qalığın ala biləcəyi qiymətləri soruşur. Aydındır ki, qalıq hər zaman böləndən kiçik olmalıdır. Yəni, əgər mən ədədi 9-a bölürəmsə, ala biləcəyim qalıqlar 0-dan 8-ə qədər 8-ə daxil olmaqla ola bilər. 9 qalıq düşə bilməz. Onda biz 1-dən 8-ə qədər ədədləri götürüb cəmləyirik. 5, 6, 7, 8. Bu ədədləri cəmləsəm cavabı 36 almış olaram. A variantı doğru cavabdır. 31-ci sualda fiqurların hər biri müsbət ədədləri ifadə eləyir. İndi diqqət eləyək. 42 ilə 28. Hər iki hasilin içində, vuruğun içərisində. Bu kvadrat vuruğu var. 42 ilə 28-in ortaq bölənlərinə baxsaq, məsələn, bu 2 ola bilər, 7 ola bilər, 21 ola bilər və s. 14 ola bilər. 21 yox, üzrlü sayın 14 ola bilər, 2 ola bilər, 7 ola bilər. İndi yoxlamaq lazımdır. Mən sadəcə olaraq buna 2 yazsam, bu gəlir 21 çıxır. 21-i mən nəyəsə vurub 24 ala bilmərəm. Deməli, 2 versiyası olmaz. Daha sonra 7 versiyasına baxıram. Mən buna 7 yazanda bu 6 çıxır. Mən buna 7 yazanda bu olur 4. 7 ilə 4-ün hasili 28-dir. Buna 4, buna 6 da yazanda həqiqətən də hasili 24 edir. Deməli, bu şəkildə ödənir. Gətirib yerinə qoyub toplayıram. 6, 7 və 4-ün toplamı mənə 17-ni vermiş olur. Cavabımız olur A variantı. Həqiqətən biz gətirib 14 yazmış olsaydıq, cavabın alınmayacağını görəcəkdik. Çünki mən buna 14 yazsam, bu da 14 olsa, bu olacaq 2, bu olacaq 3. Mən gətirib 2-ni 3-ə vuranda cavabı 24 almıram. Bu səbəbdən də, yəni uyğunluq sadəcə 7 versiyasında ödənir. 7 budur, 4 budur, 6 da dairə olandır. Keçdik 32-ci suala. Analogiyalarla bağlı sual nümunəsidir. Bağyarpağı, ot və bitki sözləri verilib. Diqqət eləsək, bitki ümumi anlayışdır. Onlardan bir kateqoriyası da otlardır. Otlardan biri də bağyarpağıdır. Və yaxud da ki, deyə bilər, bağyarpağı otdur, ot özü də bitkidir. Eyni şəkildə şərab bir içkidir. İçkilər də mayelərdən hesab olunur da. Maye daha ümumi anlayışdır ki, onun bir hissəsi içkidir. İçkilərdən də biri şərabdır. Bu səbəbdən B variantı doğru cavab olur. 33-cü sual. Zoologiya heyvanları öyrənən bir elmdir. Kinologiya isə atla itləri öyrənən bir elmdir. Kinoları öyrənən kinelogiyadır. Kine olsaydı bu filmləri, kinoları öyrənərdi. Atları öyrənən ippologiyadır. Bu şəkildə. İtlər kinologiya. 34-cü sualda. Diqqət eləsək, bu sualda birinci şəkildən ikinci şəkilə keçəndə ağ olan bütün hissələr qara olub. Və qara olan eyni şəkildə bütün hissələr ağ rəngə keçibdir. Daha sonra ikincidən üçüncü şəkilə keçəndə isə saat əqrəbinin əksinə 90 dərəcə fırlanıb. Eyni şey diqqət eləsək, burada da var. Yenə bütün ağları edib qara və bunu sonra da saat əqrəbinin əksinə bilən 90 dərəcə fırlandırıb. İndi mən eyni metodu, qaydanı tətbiq edəcəm bura. Bütün ağları qara, qaraları ağ etsək, baxıram ki, A variantı buna uyğun gəlmir. Eyni şəkildə C variantı da uyğun gəlmir. Daha sonra D variantı da uyğun gəlmir. Niyə? Çünki burada olan ağ, bax bu romb kimi hissə, trapesiya olan hissə qara rəngi olmalıdır. O görürəm B variantında var. Görürəm bir də Y variantında var. Yəni D uyğun gəlmir. Ya B'dir, ya da cavabımız C'dir.
İndi diqqətlə baxsaq, B, daha doğrusu B-dir və Y-dir. Mən bu B-ni, B-də alınan şəkli, yəni ikinci alınan şəkli 90 dərəcə saat əqrəbinin əksinə fırlandırsam, B variantındakı hissəni almaram. Çünki sağda olan hissə gəlib solda yuxarı hissəyə düşməlidir. Eyni hissə deyil axı. Ona görə B variantı yanlışdır. Y variantı tamamilə doğrudur. Keçdi 35-ci suala. Ardıcıllıqlarla bağlı bir sual nümunəsidir. Diqqət eləsək ardıcıllığa, burada paralel ardıcıllıq, mürəkkəb ardıcıllıq kimi baxa bilərik. 60-dan 55-ə, 55-dən 50-yə, 50-dən isə sonuncu sual işarəsinə. 60-dan 55-ə 5 azalır, 55-dən 50-yə 5 azalır. İndi isə 50-dən sual işarəsinə 5 vahid azalıb 45 olmalıdır. İkinci sual işarəsinin yeri 45 olmalıdır. Keçək birinci sual işarəsinə. Bunu da sondan ayırıram. Ortada 3 dənəni boş qoyduq, 3 dənəni boş qoyduq, keçdik 13-ə. 13-dən 28-ə 15 vahid artıb, indi deməli 28-dən də suala 15 vahid artmalıdır. Sualın yeri olmalıdır 43. Deməli, sualın yerinə düşəcək 43 və 45 Y variantı. 36-da bir avtomobil dayanacağında yerlər soldan sağa doğru 1-dən 7-yə qədər nömrələnib. Bu yerlərə 3 yük avtomobili, 2 taksi, 2 avtobus aşağıdakı şərtlər daxilində saxlanmalıdır. İndi qeyd eləyək 1-dən 6-ya qədər yerləri. 3, 4, daha doğrusu 7-yə, 5, 6 və 7. Deyir ki, 3 dənə yük avtomobili var. 2 dənə taksi var, 2 dənə də avtobus var. Şərtlərimizə diqqət eləyək. Yük avtomobilləri yanaşı saxlanmalıdır, taksilər də yanaşı saxlanmalıdır. Amma avtobusların yanaşı olub-olmaması barədə bizə bir məlumat verməyib. Deyir, avtobuslardan biri 3 nömrəli yerdədir. Qeyd elədiyi avtobuslar birini 3 nömrəli yerə. İndi digəri hansı yerdə dayana bilər? Deməli, müxtəlif ehtimallar olacaq burada. Mən bilirəm ki, 3 dənə yükü yan-yana yazmalıyam. Hansı ki, bunu 1-ə və 2-yə yaza bilmərəm. 3 dənə yanaşı yer boş qalan ya 4-5-6-dır, ya da 5-6-7-dir. İndi birinci versiyada 4-5-6-ya yük yazıram. Onda taksini yaza biləcəyim 2 ardıcıl yer ancaq 1 ilə 2 qalır və bu zaman avtomobil, daha doğrusu avtobus gəlir düşür 7-yə. Deməli 7-ci yerdə ola bilər. İkinci versiyada nədir bəs? Deyirdi ki, avtobus 3-dədir. Mən indi yükü 4-5-6-ya yox, 5, 6 və 7-yə yazaram. 5, 6 və 7-yə yazaram yükü. Taksiləri yan-yana yazmalıyamsa ancaq 1-ə və 2-yə məcbur yazmalıyam. Bir dənə avtobusa yer qalır, o da 4-cü yerdir. Deməli, avtobuslardan biri ola bilər 4-cü yerdə olsun, digər versiyada ola bilər 7-ci yerdə olsun. Ona görə cavabımız olur 4 və 7. 37-ci sualda fiqurların ardıcıllığına diqqət eləsək, hər biri müəyyən vahid qədər hərəkət eləyir. Məsələn, burada trapesiya bir vahid hər dəfəsində sağa sürüşür. İndi bir vahid sağa sürüşüb ən son xanada olmalıdır. Və diqqət eləyirəm, B yanlışdır sadəcə trapesiyaya görə. Dairəyə baxa bilərik. Dairə ilk öncə 4-cü xanadadır, yəni sətr. İkinci sətirdə 4-cü yerdədir. Sonra bir vahid geri gəlib 3-də olub. Yenə bir vahid geri gəlib 2-də olub. Bir vahid geri gəlib 1-ci, ikinci sətrin ilk xanasında olmalıdır. Y variantı da buna görə gedir. A, C və D arasında qalır. Sonra gələk məsələn kvadrata. Kvadrat diqqət eləsək, ya da üçbucağa baxıb. Üçbucaq buradadır. Diqqət eləsək, diaqonal boyu qalxıb gəlib bura. Sonrakı şəkildə yoxa çıxıb. Çünki bu diaqonalvari hərəkət eləyəndə gedir qutudan çölə çıxır. Və deməli 4-cüsündə də heç üçbucaq olmayasıdır. C variantı da gedir. A və D-də qalırıq. Gəlirik onda da kvadratın vəziyyətinə baxırıq. Kvadrat hal-hazırda buradadır. Sonra gəldi bura. Necə hərəkət edir? Diaqonal boyunca. Sonra gəlib çıxıb bura. İndi bir dənə də diaqonal boyunca hərəkət eləsə, cədvəlin daxilindən xaricə çıxacaq. Yəni D variantı da gedir. Doğru cavab olacaq A variantı. Gəldik 38-ci suala. 38-ci sualda verilən açılışa uyğun verilən açılışlardan hansının düzgün olmasını soruşur bizdən. Burada nə etmək lazımdır? Gətirərik üzləri bir-birinin yanına onların orientasiyasını, dayanma vəziyyətini və s. yoxlayarıq. İki müxtəlif görüntü verib. N, I, C və T, A, H görüntüləri verilib. İndi məsələn mən birincini yoxlayıram. H, A, T görən fərqli yerlərdədir.
Onları bir-birinin yanına gətirməliyəm. A-nı buradan qopararam, gətirərəm T-nin yanına, bura. Olduğu kimi gələcək, aydındır ki. Olduğu kimi gəldi. Aşağıdakı H-ı mən bir dəfə fırlandırsam, gəlib bu vəziyyətdə dayanacaq. İndi gəlin H-ın, A-nın, T-nin vəziyyətinə baxaq. H gəlir, H-ın ayağı içərisi T-nin başına baxır. Doğrudur, T-nin baş hissəsi H-ın içinə baxır. Daha sonra A-nın içərisi H-a baxır. Bir dənə H-ı gətirək fırladaq bura. H necə dayanacaq? Baxıram ki, bu vəziyyətdə dayanacaq burada H. A-nın ayağı H-ın çubuğuna baxır. Bəli, doğrudur. A-nın ayağı H-a baxır. Orientasiyanı da yoxlasam H-A-T. Baxıram burada H gəlir, A gəlir, sonra T gəlir. Orientasiya da düzgündür. Burada bir problem yoxdur. Ancaq N, C, I hələ durur. Gəlirəm N, C və I-ni yoxlamağa. Və bu üçlüdən söhbət gedir. Mən bu üçünü yaratmaq istəyirəm. İndi gəlirəm burada. H-A-T-də bir problem yoxdur, amma o birisini də yoxlamalıyıq. C-ni bir dənə fırlandırıram N-in üstünə. Fırlandıranda aydındır ki, sağa doğru yıxmalıyam mən bunu. Sağa doğru yıxanda N üstündə C, bir də I aldıq. Diqqət eləyək ki, burada məsələ nədir? Burada orientasiyaya baxsaq, yuxarıda N gəlir, I gəlir, C gəlir sadə qrəb istiqamətində. Burada isə N gəlir, C gəlir, I gəlir. Deməli, orientasiya pozulub. TAH doğru olsa belə, N, I, C-nin vəziyyəti doğru deyil. Ona görə bir səhvdir. Variantlardan da birləri açsaq, gedək 2-ni yoxlayaq. İndi TAH-a baxanda fırladıram mən bunu bura. T-ni fırlandırdım bura. Baş aşağı gələcək H-ın üstünə. Bir dəfə də fırlandırsaq, A-nın yanına gətirəndə bu tərəfə baxacaq. A-nın T-nin vəziyyətinə baxın, baş aşağıdırlar. Yəni, birinin başı ayaq tərəfdədir, bunun ayağı digərinin baş tərəfdədir. T-nin baş hissəsi H-ın içinə baxır, burada da doğrudur. Orientasiyada TAH, TH-a daha doğrusu. T gəlir, H gəlir, A gəlir. Orientasiyada bir problem yoxdur. Gedirəm N, C və I-ni yoxlamağa. N-ni buradan düşürürəm aşağı. N düşəndə bu formada gəlir. N gəldi. I-ni indi mən fırlandırıb gətirirəm bunların yanına. Buradan aydındır ki, tutub sağdan əksinə aşırıram. I bu dəfə belə baxır. Bir dəfə fırlansa I bura gəlsə, nöqtəsi sol tərəfə baxır. Bir dəfə də fırlatsam, N-in nöqtəsi bu tərəfə baxır. İndi N-lə C-nin, N-lə I-nin vəziyyətinə baxaq. C-nin baş hissəsi I-nin çöpünə paraleldir. C-nin baş hissəsi I-nin çöpünə paraleldir. Doğrudur. N-nin üstündə I-dir, I-nin nöqtəsi uzaqdadır, düzdür. Orientasiyada baxsaq, N gəlir, I gəlir, C gəlir. 2-də bir problem yoxdur. 2 doğru cavab olacaq. 2 doğrudur. Yəni A variantı da gedir 3, 4. İndi 3-ü yoxlayıram. Ya cavabımız 2, 5-dir, ya da 3, 2, 3-dür. Üçüncünü yoxlasaq, TAH. Beşincinin buradan yanlış olduğunu görürük. Heç baxmağa belə ehtiyac yoxdur. Baxın, TAH yuxarıda bir nöqtəyə birləşiblər. Burada isə A ilə T bir-birinin üzbəüzündədir. Ona görə 5 yanlışdır. Dördüncüsündə isə HAT-dir və NIC-ni yoxlayarıq. Görək, vəziyyəti düzgün gələcəkmi? İndi burada bir məsələ var. Gəldi 3-ü yoxlamağa. T buradadır, H buradadır. Mən A-nı necə gətirim ora? Bir dənə bu yuxarını silim. A-nı rahat gətirək o hissəyə. İndi mən bu A-nı aşağıdan qoparıb gətirəcəm yuxarı. A gəldi bura. İndi gəlin bir dənə vəziyyəti yoxlayaq. H gəlir, H-ın qolu A-nın içinə baxır, sonra da T-nin baş hissəsi H-ın içinə baxır. Aha, H gəlir, A gəlir, T gəlir. Orientasiyada bir problem yoxdur. İndi N, I, C-nin vəziyyətini yoxlayıram. I-ni bir dənə düşürürəm bura. I-nin nöqtəsi yuxarıda olacaq. I, C və N. I-ni bir dəfə də düşürsəm bura. Nöqtəsi N-in üstündə uzaqda olacaq. Orientasiyanı da yoxlasam, N gəlir, I gəlir, sonra C gəlir. Yuxarıdakı kimi N, I, C. Heç bir problem yoxdur. 2, 3 doğrudur. Gəlirəm 4-dən. 4-də problem nədir? HAT-də bir problem yoxdur.
Dayanma vəziyyətləri düzgündür. Sadəcə N, I, C-də gedək görək. Problem nə olacaq? Orientasiya burada pozulur. C-ni bir dəfə aşırsam belə gəlir. Bir dəfə də aşırsam belə baxacaq. Bir dəfə də aşırsam belə baxacaq. Amma burada bir məsələ var. Orientasiya ödəməyəcək. Çünki gəlin bax N, I, C-yə baxaq. N-dan başlayıram. N gəlir, C gəlir, I gəlir. Bu tərəfdə isə baxanda N gəlir, I gəlir, C gəlir. Orientasiya 4-də pozuldu. Ona görə 4 yanlışdır. Doğru cavabımız 2 ilə 3 olacaq. Y variantı. 39-da qeyd edir ki, birinci rəqəm ikinci rəqəmin 3də 1-i olan, üçüncü rəqəm birinci ilə ikincinin cəmi olan, sonuncu rəqəm isə birinci ilə ikincinin cəmi olan, daha doğrusu sonuncu rəqəm ikincisindən 3 dəfə böyük olan 4 rəqəmli ədədin rəqəmlərinin cəmini tapın. Söhbət burada 4 rəqəmli bir ədəddən gedir. Deyir, birinci rəqəm ikincinin 3də 1-idir. Birinci əgər ikincinin 3də 1-idirsə, mən birinci rəqəmə x deyərəm, ikinci rəqəmə də 3x deyərəm. Çünki 3x-in 3də 1-i 1x olacaq. Sonra deyir ki, üçüncü rəqəm birinci ilə ikincinin cəmidir. Üçüncü rəqəm 3x ilə x-in cəmidirsə, bu olacaq 4x. Və sonuncu rəqəm deyir, sonuncu rəqəm ikincisindən 3 dəfə böyükdür. Əgər sonuncu rəqəm ikincidən 3 dəfə böyükdürsə, bu da olacaq 9x. İndi bir məsələyə diqqət eləyək. Bunların hər biri rəqəmdir. X, 3x, 4x və 9x. Mən x-ə elə bir qiymət verməliyəm ki, bunlar rəqəmlər olsun da hamısı. Və x-ə yalnızca 1 verə bilərəm. Onda birinci rəqəmimiz olur 1, ikinci rəqəmimiz 3 olur, dördüncüsü 4, üçüncüsü 4, dördüncüsü 9. Cavabımız olur 1349. Və bu ədədin rəqəmlərinin cəmini istəyir. Bunların hamısını toplasam cavabı alaram 17 A variantı. Gəldik situasiya tipli suallara. Bu tip sualları həll eləyəndə nə etmək lazımdır? Buradan bir cədvəlimizi quraq. Ağ hissə açaq, cədvəlimizi çəkək. Görək məsələ nədir? İndi burada nələr verilib? Deyir, qanadlarının eni müxtəlif olan fərqli quş adları qeyd edib və onların çəkilərini verib bizə. Diqqət eləsək, burada 7 dənə qanad, 8 dənə quş, 7 dənə çəki verib. Bu deməkdir ki, hansısa quşların qanadları eynidir, hansınınsa da çəkiləri eynidir. İndi buradan yazıram qanad eni, sonra quşun adı və buradan da çəkisini qeyd edərik. Fərqi yoxdur. Hansısa bir parametri düzmək lazımdır buradan. Ya çəkisini, ya adını, ya qanadlarının enini. 8 hissəyə bölək cədvəlimizi. 4, 5, 6 və 8. 8 hissəyə böldük. İndi məsəl üçün mən çəkilərini qeyd edirəm buradan. Çəkilər 11, çəkilər 12, 14, 16, 14, 16 və bir dənə bura diqqət eləsək, çəkiləri 16 olan dovdaq və albatros deyir. Deməli, dovdağın və albatrosun çəkiləri eynidir 16-dır. Onda 16-dan 2 dənə yazıram. Sonra 22, 100 və 120 kiloqram. Aha. Keçdik, indi bunlar haqqında bizə nə məlumat verirsə onu qeyd edərik. Deyir, qanadlarının eni ən böyük olan dəvə quşunun. Deməli, qanadlarının eni ən böyük olan 3.5 olan dəvə quşudur. Dəvə quşunun çəkisi qanadlarının eni 3.2 metr olan kazuarın 1 sentnerlik çəkisindən çoxdur. Kazuarın 1 sentnerlik, 1 sentner 100 kiloqram deməkdir. Deməli, kazuarın çəkisi 100 kiloqramdır. 100 olanın quş hissəsində yazıram kazuar. Və qanadlarının eni 3.2 metr olan kazuar. 1 sentnerlik çəkidən çox olan 120-dir. Onda belə çıxır ki, dəvə quşunun çəkisi 120-dir. Dəvə quşu. Və nədir? Qanadlarının eni ən böyük olan dəvə quşu. Deməli, qanadlarının eni 3.5 imiş. Bu getdi. Çəkiləri 16 kiloqram olan dovdaq və albatrosun qanadlarının eni cəmi 6 metrə verir.
Amma dovdağın qanadlarının eni albatrosun qanadlarının enindən azdır. Gəlin bu məsələyə diqqət eləyək. Burada cəmisi bizə 6 verən hansılar var? 2.8 ilə 3.2 var, bir də 2.5 ilə 3.5 var. Mən 2.5 ilə 3.5-i dovdaq və albatrosa istifadə edə bilmirəm. Niyə? Səbəb bundan ibarətdir ki, orada mənə demir ki, bu birinci cümlədə qanadlarının eni ən böyük olan quşlardan biri olan dəvə quşu. Bunu vurğulamır. Deməli, dəvə quşu qanadlarının eni ən böyük olan yeganə quşdur. Ona görə mən 3.5 ilə 2.5-i istifadə edə bilmirəm. Deməli, 2.8 ilə 3.2-ni yazmaq lazımdır. Dovdağın qanad eni albatrosdan azdırsa, dovdaqda daha azdır. Dovdaq və burada yazaq albatros. Dovdaqda azdırsa bu olacaq 2.8, albatrosda daha çoxdursa olacaq 3.2. Toplamı da etməlidir 6. Bunu qeyd elədik. Sonra deyir, qanadlarının eni ən az olan qrifin çəkisi. Burada qanadlarının eni ən az olan nə var? 2.5. Qanadlarının eni 2.5 olan hansı quşdur? Qrifdir. Deyir, qrifin çəkisi qanadlarının eni 3 metr olanın qutanın çəkisindən azdır. Deməli, nədən azdır? Qutandan azdır. Hansı ki, qutanın qanadlarının eni 3-dür. Qanadlarının eni 2.7 metr olan quşunun çəkisindən çoxdur. Aha, qanadlarının eni 2.7 olan quşundan çəkisindən çoxdur. Mən burada müqayisə ilə çəkiləri yazmışam. Quşunun deməli çəkisindən çoxdur qrif, qutandan isə azdır. Yəni ortada yazdım. Burada mən adı çəkilməyən bir dənə quş qalıb. O da qalıb kondor. Onda onun qanadlarının eninə nə qədər düşəcək? Burada istifadə etmədiyim bir dənə qalıb 3 gedib, 2.5 gedib, 2.7 gedib, 3.1 qalıb. Deməli, kondorun qanadlarının eni 3.1-dir. Amma çəkiləri barədə məlumatım yoxdur. Mən quşu, qrif, qutan və kondoru bu 4 dənə yerə yerləşdirməliyim. Amma çəkiləri barədə konkret bir bilgim yoxdur. Bilirəm ki, quşu, qrif və qutan, yəni artım sırası ilə düzülməlidir. Məsələn, biri 11, biri 12, biri 14 ola bilər. 11, 12, 22 olar. 12, 14, 22 olar. 11, 14, 22 olar və s. Bu da kondorun çəkisindən asılıdır da bir sözlə. İndi gələk sualları cavablandırmağa. Bizə şərt verib. Deyir ki, qutanın çəkisi 14 kiloqram olarsa. İndi gəlin bu şərti qeyd edək. Qutanın çəkisi 14 olsa, bura yazsam. Qutandan az bilirdim ki, qrif də var, qu da var. Onda qrifin çəkisinə düşəcək 12, quşunun çəkisinə düşəcək 11. Onda kondora nə qalacaq? Kondorun da çəkisinə qalacaq 22. İndi bizə nə soruşur? Deyir, qanadların eni 2.5 olan quşun çəkisi. Qanadları eni 2.5 olan qrifdir və qrifin də çəkisi olacaq 12. D variantı. Daha sonra bu şərti bunun üçün istifadə elədik, artıq silirik. Yenidən istifadə edə bilmərik. O bir sualda şərt dəyişir. Deyir ki, mətnə hansı əlavə olunsa hər quşun çəkisini müəyyən eləmək olar. Deyir, kondorun çəkisi qrifdən çoxdur. Kondorun çəkisi qrifdən çox olub, nə bilim, burada qutandan az da ola bilər, qutandan çox da ola bilər. Konkret təyin eləyə bilmərəm. Kondorun çəkisi quşundan azdır. Bəli, bu mənə çox kömək olacaq. Çünki kondorun çəkisi əgər quşundan azdırsa, onda 4 dənə çəkiləri ardıcıl yerləşən quş olmuş olur. Hansı ki, bu 11, bu 12, bu 14, bu 22. Bu bizə tamamilə tapmaq üçün kömək eləyir. Cavabımız olacaq, kondorun çəkisi quşundan azdır. Burada iki məlumat bizə kömək eləyə bilərdi. Ya kondorun çəkisinin ən az olması bizə kömək eləyə bilər, ya da kondorun çəkisinin ən çox olması bizə kömək eləyə bilərdi. Ya ən az, ya da ən çox. Qudan az, qutandan çox olması kömək eləyə bilərdi. Sonra keçirik 42-ci suala. Qeyd edir ki, quşunun çəkisi 12 kiloqramdırsa, mən quya yazıram 12. Qu 12-dirsə, 12-dən çox 2 dənə quşum var. Bilirəm ki, qrif və qutan. Onda qrifə düşür 14, qutana düşür 22. Onda kondorun da çəkisinə qalır 11. Deyir, çəkisi ən az olan quşun qanadlarının eni nə qədərdir? Çəkisi ən az olan kondordur. Onun da qanadlarının eni 3.1-dir. Buna görə də cavabımız olacaq D variantı. Davam eləyək digər blok sualına. Bu sual da fərqli bir tipdə sual nümunəsidir. Yəni situasiyadır sualıdır. Ağacdan qopan yarpaqların bir hissəsi təmiz skamyaya, bir hissəsi ağacın yanında axan çaya, qalan hissəsi isə otların üstünə tökülmüşdür.
Çaya tökülən yarpaqların 1/3 hissəsi çaydakı daşlara ilişib, qalanını su aparmışdır. Otun üstünə düşən yarpaqlardan rəngi qırmızı olanların sayı tək ədədlə ifadə olunur və sayı sarı rəngdə olanların sayından az, yaşıl rəngdə olanların sayından çox idi. Sonradan əsən külək ağacdan daha 6 yarpaq qoparır və otun üstünə tökür. Həmin külək skamyaya düşən yarpaqların 60%-ni sovuraraq yarısını otun üstünə tökür, digər yarısını çaydakı daşa ilişmiş yarpaqların 1/4 hissəsi ilə axan suya qovuşdurur. Deməli, ağacdan, burada tutaq ki, ağacdır. Yarpaq tökülür və yarpaq haralara tökülür? Skamyaya düşən yarpaqlar var. Bir hissəsi deyir təmiz skamyaya düşür. Bir hissəsi çaya tökülür və bir hissəsi də otların üstünə düşür. Otların üstü. Deyir, çaya tökülən yarpaqların 1/3 hissəsi çaydakı daşa ilişib qalanını su aparıb. Deməli, çaya düşənləri də bəzi hissəsini su aparır, bəzi isə daşa ilişib qalır. Bu bölgünü apardıq. İndi mən çaya düşən yarpaqların nə qədər olduğunu bilmirəm. Çaya düşən yarpaqların sayını x qəbul edirəm. Deyir, çaya tökülən yarpaqların 1/3 hissəsi daşa ilişib. Daşa ilişənlər nə qədərdir onda? X-in 1/3 qədər, yəni 1/3 vurulsun x qədərdir. Qalanını isə su aparıb. Yəni 1/3 x-i daşa ilişibsə, onda 3/2 x hissəsini isə su aparmış olacaq. Sonra deyir, otun üstünə düşən yarpaqlardan rəngi qırmızı olanların sayı tək ədəddir və qırmızı olanların sayı sarı rəngdə olanlardan azdır. Yəni sarı daha çoxdur, hansı ki qırmızı yaşıldan da, yaşıl rəngdə olanlardan da çoxdur. Sayı etibarilə bilmirəm nə qədərdir, amma müqayisə kimi yazanda qırmızı sarıdan az, yaşıldan çoxdur. Deyir, sonradan əsən külək ağacdan 6 dənə yarpaq qopartdı və otun üstünə tökdü. Deməli, otun üstünə əlavə 6 yarpaq da gəldi. Sonra deyir, həmin külək skamyaya düşən yarpaqların 60%-ni sovurur. Skamyaya nə qədər yarpağın düşdüyünü bilmirəm. Tutaq ki, y qəbul edirəm. Y dənə yarpaq düşüb və bu düşən yarpaqların 60%-ni, y-in 60%-i nədir? Y-i vururam 60-a, bölürəm 100-ə. Eləyir 0.6 y. Deməli, 0.6 y-in sovurub aparırsa, skamyanın üstündə onda qalır 0.4 y. İndi bu sovrulan 0.6 y-in yarısını, yəni deyir 0.3 y-ni otların üstünə tökür. 0.3 y gəlir otların üstünə. Buna yaşıl deyək, bu y-la qarışmasın. Y. 60%-ni sovuraraq yarısını otların üstünə tökür. Digər yarısını çaydakı daşa ilişən yarpaqların 1/4 hissəsi ilə birlikdə axan suya qovuşdurur. Bu cümlə nə deməkdir? Biraz mürəkkəb cümlədir, amma belə başa düşürük ki, buradan sovrulan 0.6 y-in yarısı, hansı ki 0.3 y qədəri, gəldi otun üstünə. Yerdə qalan 0.3 y suya getdi, amma eyni zamanda buradakı yarpaqların da 1/4 hissəsi suya gəldi. İndi axı daşlara ilişib qalan 3/1 x qədər yarpaq var idi. Hansı ki bunun 1/4-i, yəni 12/1 x-i da hara gəldi? Suya gəlib düşdü. Suya gələnlərin içərisinə yazıram 12/1 x. Onda çaydakı daşlara ilişib qalan 3/1 x qədər yarpaqdan da 12/1 x-i getdi axı. Buna ortaq məxrəc gətirirəm. 12, 4, 12/3 x. Bu da eləyir 4/1 x. Onda belə çıxır ki, artıq daşda 3/1 x qədər yox, 4/1 x qədər yarpaq qalmış olacaq. Və bu şəkildə biz hər bir məkana da deyək, skamyaya, çaya, çaydakı suya, daşa düşənləri və otların üstünə düşüb qalan yarpaqların hamısını məchul bir şəkildə tapmış olduq. Yəni bunların konkret sayını heç vaxt tapa bilmərəm, çünki mənə dəqiq bir say demir nə qədər düşüb, nə qədər paylanıb. Sadəcə mən burada minimal say tapa bilərəm. X-ə və Y-ə minimum qiymət verməklə düşən yarpaqların minimal sayını tapa bilərəm. Deməli, onda belə edək. Baxırıq ki, bizdən sualdan nə soruşur? Ağacda ən azı neçə yarpaq olub? Mən baxıram ki, burada məsəl üçün ən az yarpağı tapmaq üçün
X-ə və Y-ə ən az qiymət verməliyəm. Amma mənim Y-ə verə biləcəyim qiymət elə bir ədəd olmalıdır ki, mən onun 0.4 hissəsini, 0.3, 0.3Y hissəsini tapa bilərəm. Onda mənim Y-ə verə biləcəyim minimal qiymət 10-dur. Y-ə verə biləcəyim minimal qiymət 10-dur ki, mən onun 0.3 hissəsini tapım. Y-ə yazıram 10. Digər tərəfdən X-i baxıram. X nəyə bərabər olmalıdır? X-a verə biləcəyim qiymət elə bir qiymət olmalıdır ki, mən onun 12də birini, 4də birini, 3də ikisini tapa bilim. Bu da təbii ki, 12-dir. Mən X-a 12 verərəm və taparam onun 12də birini, 4də birini və s. İndi gətirib yerinə qoyub hesablayıram. Skamyaya düşən yarpaqların sayında nə qədər olacaq? 0.4Y, yəni 0.4 vurulsun 10. Bu eləyəcək 4 dənə. Suya gedən yarpaqlar bunların hamısıydı da. Bunların obşi sayını hesablasam. Bunları silək. Hesablayaq bunu. 3-də 2 x-imiz neçə edir? X-in yerinə 12 yazsam, bu eləyəcək 8. Y-in yerinə 10 qoysam, bu eləyəcək 3. X-ə 12 qoysam, bu eləyəcək 1. Deməli, suya gedənlərin sayı 12 dənədir. Çaya düşənlər bəs nə qədərdir? 4də 1 x idi da bayaq. 4də 1-i də 12-yə vururam, eləyir 3. Daha sonra otların üstündə 6 dənəsi var idi. 0.3 y-də gəldi. Bu elədi 3. Bəs biz buna qiymət verməliyik. Qırmızıların sayı deyirdi tək ədəddir. Sarıdan az, yaşıldansa çoxdur. Qırmızı tək ədəddirsə, onda 1 ola bilməz. Çünki mən 1 qoysam, 1-dən kiçik 0 var da. Yaşıl yarpaqların sayı necə 0 olsun? Onda mən qırmızıya minimum 3 verə bilərəm. Tək ədəddir. 3-dən böyük minimum 4 var. 3-dən də kiçik minimum 1 var. Bütün yarpaqların sayına mən ən kiçik qiyməti verə bildim. Onda gəlin bunun hamısını toplayaq. 4, 12, 3, otun üstündə nə qədər oldu? 9 buradan, 8 buradan, 17 də buradan. Hamısını toplasam 4, 15, 19, 17 də bu toplam eləyəcək 36. Deməli 36 yarpaq olmuş olacaqdır. Y variantı doğru cavabdır. Keçdim 44-də. Aşağıdakılardan hansıları müəyyən etmək mümkündür? Çay daşlarına ilişib qalan yarpaqların sayı. Baxaq görək, çay daşlarına ilişib qalan yarpaqların sayını. Bu bizdən demir minimum say. Mən ancaq minimum sayı tapa bilərəm. Konkret sayı tapmaq olmaz. Bir getdi. Otların üstündə qalan yaşıl ağac yarpaqlarının minimum sayını. Bəli, bunu bilmək olar. Otların üstündə qalan yaşıl yarpaqların minimum sayı ola bilər 1. Buradan tapmaq olar. Ağacda olan yarpaqların maksimum sayı. Biz heç vaxt bu tip suallarda, yəni məchula qiymət verib, ən kiçik qiymət verib tapa biləcəyimiz suallarda heç vaxt maksimumu tapa bilmərik. Ancaq minimumu tapmaq olar. Buna görə cavabımız olacaq burada yalnızca ikinci. Yəni səbəb nədir? Mən burada x-i və y-i n sayda götürərəm. Yəni məchul bir kəmiyyətlərə, sonsuz sayda qiymətlər vermək olar da burada x-a, y-ə. Sadəcə olaraq mən bunun minimumunu tapa bilirəm. Bu səbəbdən də tapa biləcəyimiz ancaq minimumlardır. Heç vaxt bu suallarda dəqiq sayı tapmaq mümkün deyil. Deyir, yarpaqlardan ən azı neçəsini su aparıb, su aparanları biz hesabladıq ki, ən az 12 dənəsini su aparıb. Ona görə doğru cavabımız oldu Y variantı. Gəldik 46-cı suala. Açıq suallara keçirik artıq. 46-cı sual cədvəllərlə bağlı bir sual nümunəsidir. Diqqət edəsək, vurma ilə bağlı bir cədvəldir. M-i M-ə vurub təzədən M-in özünü alıb. Qeyd eləyək, M vur M bərabərdir M. Ədədin özünə vurub yenə özünü alırsa, bu ancaq 0 və ya 1 ola bilər. Amma burada M 0 ola bilməz. Çünki M-i N-ə vurub N-in özünü alırsa, ədədi nəyəsə vurub ədədin özünü alırsa, vurduğu ədəd deməli 1-dir. Mən buradan belə başa düşürəm ki, M-imizin qiyməti 1-dir. Daha sonra bizə verib f minus k. F-in qiymətinə gəlirəm, baxıram. F nəyə bərabərdir? Y ilə y-nin hasili, yəni y kvadratıdır. Daha sonra k nəyə bərabərdir? Bəs k da n vurulsun n-dir, yəni n kvadratıdır. Y kvadratı çıxılsın n kvadratı bərabərdir 48-ə. Bunu biz aça bilərik. Y çıxılsın n, y üstə gəlsin n bərabərdir 48. Burada y ilə n-in fərqi 4-dür. Onda belə çıxır ki, y ilə də n-in cəmi 12 olmalıdır. Bu hansı ədədlərdir ki, cəmi 12 versin bizə, fərqi də 4 versin. Y çıx n bərabər 4.
Bunları tərəf-tərəfə toplasam 2y-ni 16 alıram. Buradan y də bərabər olacaq 8-ə. Y-nin 8 qiymətini tapandan sonra gətirib burada yerinə qoysam, n-in qiymətini 4 alaram. Həqiqətən də 8 ilə 4-ün cəmi 12, fərqi 4-dür. İndi bizdən y, n, m hasilini soruşur. Y-nin qiyməti 8, n-in qiyməti 4, m-nın qiyməti 1-dir. 8 vur 4 vur 1 edəcək 32. Doğru cavabımız olur 32. 47-ci sual sudoku tipli sualdır. Sudokuda qayda nədən ibarətdir? Burada hər bir sətirdə, hər bir sütunda və tünd rənglərlə hüdudlanmış hər bir blokda hər rəqəmdən yalnızca bir dəfə istifadə edə bilərəm. Məsələn, mən artıq bura 2 yazmışamsa, bu xananın içində heç bir yerə 2 yaza bilmərəm. Heç bir yerə, məsəl üçün, burada 3 varsa, bu sətirdə heç bir yerə eyni şəkildə sütunda heç bir yerə 3 yazmaq olmaz. Eyni zamanda blokun da içinə diqqət eləmək lazımdır. Burada hər zaman bir dənə başlayacağımız yer var. Onu biləndən sonra istənilən sudoku tipdə sualı həll etmək olar. Nəyə diqqət eləməliyik? Sətrə, sütuna və ən çox da bloka diqqət eləməliyik. Məsələn, bu 2 burada var. Ona görə mən bura, bu isə 2 yaza bilmirəm. Onda burada baxın, bu tünd rənglə hüdudlanmış blokun içində mən 2-ni hara yazmalıyam? Məcburam ki, 2-ni yuxarıya yazım. 2-ni qeyd elədik bura. Daha sonra məsələn, aşağıda gördüyüm bu blok var. Bu blok. Bu blokun içində 5-i yaza bilərəm mən yuxarıya. 5-i buralara yaza bilmirəmsə, 5-i yazacağım yer buradır. Bunu qeyd elədik. Daha sonra nə yazmaq olar? Baxıram ki, burada məsələn 2-ni yaza biləcəyim bu blokda tapdım. Məsəl üçün bu blokda 2-ni mən bura yaza bilmirəm, bura yaza bilmirəm. Onda 2-ni yaza biləcəyim ya bu hissədir, ya da bu hissədir. Bunu konkret bilmirik hələ ki. Daha sonra baxarıq. 2 var, 5 var. 1, 3 və 4 qalıb həmin blokda. Onu da müxtəlif yerlərə yazmaq olar. İndi əsas məsələ burada bu hissəyə yaza biləcəyim ədədlər hansılardır? 2, 3 gedib 1, 4 və 5 qalıb. 1, 4 və 5 qalıb. Sonra, məsələn, bu sütunda daha çox rəqəm var. Buradan baxa bilərik ki, 2 var, 3 var, 5 var. Bura yazılmalıdır 1 və 4. 4-ün olduğu sətrə 4 yaza bilmərəm. Ona görə də 4-ü aşağı yazıb 1-i bura yazaram. Sonra, baxarıq nəyə? Bu sətirdə 2-ni bura yaza bilmirəm. 2-ni B-nin yerinə yaza bilmirəm. Onda məcbur 2-ni bura yazmalıyım. 1, 2, 4 gedəndən sonra qalıb 3 və 5. Aydındır ki, 5-in üstünə 5 yazmaram. Ona görə 3-ü bura yazarıq. 5-i də yazarıq bura. Bu sütuna baxa bilərəm. 2 gəlib, 3 gedib, 5 gedib. 1 və 4 qalıb. 1-in yanına 1 yazmaram. Bura 4 olar, bura olar 1. 5, 1, 2 bu blokun içərisində 3 və 4 qalıb. 4-ün bura 4 yazmaram. Bura 3 yazaram. Çünki yuxarıda 4 var. Bura yazarıq 4. Daha sonra görək hardan doldurmaq olar cədvəlimizi. 4, 1, 2 var. Bura 3 ilə 5 qalıb. Aydındır ki, bura 3 yazmaram. Bura 5 yazaram. Burada 3 yazaram. 3, 2, 4, 1 və 5 bura qalıb. Bura 1 yazarıq. Bura yazarıq 5. 2, 3, 5 gedib 1 ilə 4 qalıb. 4-ü də bu A-nın yerinə yaza bilmərəm. Ona görə 4 bura gedər. A-nın da yerinə olar 1. Və bizdən A-la B-nin cəmini istəyir. A-nın yerinə 1, B-nin yerinə 3 tapdıq. Bunların da toplamı eləyir 4. Cavabımız olacaq 4. Keçdik tərəzi ilə bağlı suala. Deyir ki, 9 fərqli fiqurun hərəsinin çəkisi 1-dən 9-a qədərdir. 2 tərəzinin vəziyyətini nəzərə alaraq düzgün olmayan cavab variantlarını tapın. Gəlin ilk öncə rəqəmləri 1-dən 9-a qədər qeyd eləyək. Hansını istifadə etsək silərik. 6, 7, 8 və 9. İndi burada mən birinci tərəziyə baxıram ki, bir dənə fiqur 6 dənə fiqurdan daha ağırdır. Bir fiqurun çəkisinin qiyməti maksimum olaraq 9 ala bilər. 9-u aşa bilməz. Ona görə bu hissənin 9-dan kiçik olması üçün 6 dənə fiqurun çəkisinin 9-dan kiçik olması üçün mən məcburam əlimdə olan ən kiçik ədədləri bunlara verim. Aydındır ki, 2-ni buna, 1-i buna vermərəm. O halda elə 10 olur. Onda sayı çox olana daha az qiymət verərəm.
Hansı ki buna 1 yazarıq, buna da yazarıq 2. Onda bu tərəfin çəkisi oldu 8. 8-dən dağır əlimizdə ancaq var 9. 1 getdi, 2 getdi, 9 getdi. Sonra keçirəm ikinci tərəziyə. İkinci tərəzidə görürəm ki, burada daha çox fiqur var. Burada isə daha az fiqur var. Və daha az olanların çəkisi daha ağırdır. Onda belə eləyərik. Əlimizdə olan ən kiçik qiymətləri atarıq sol tərəfə və sayı çox olanlara daha az qiymət verərik. Əlimizdə olan ən böyük ədədləri də atarıq sağ tərəfə ki, daha çox ağır olsun. Çünki yəni o tərəf daha ağır çökübdür. Onda 3-ləri yazaram ağ üçbucaqlara, 4-ləri yazaram qaralara, 5-i də atarıq bura. Buranın çəkisi nə qədər çıxır? 9, 8, 17, 5 də bu 22. 22-dən ağır olmalıdır sağ tərəf. 3 də getdi, 4 də getdi, 5 də getdi. İndi əlimdə 6, 7, 8 qalıb. Mən bunları 3 fiqura necə paylaşdırım? Dediyimiz kimi ən ağırları ataq bu tərəflərə. 8, 8, 7 olur. Bunun çəkisi olur 23. Mən 8-i və 7-ni də istifadə elədim. 6-nı isə istifadə etməmişəm. Onda variantlara diqqət eləsəniz, burada ulduz var. Deməli, ulduzun çəkisi olacaq 6. Gəlin yoxlayaq görək hansı tərəzilərin çəkiləri uyğun deyil. Məsələn, üçbucağı biz demişik 4, buna da demişik 5. Toplama edir 9, o da 3, 3, 3'dür. Bir doğrudur, bir problem yoxdur. Daha sonra bu 9, 9, 1, bu da 2'dir. Bu elədi 21. Buna baxsam bu 9'dur. Daha doğrusu bu 8'dir. Bu 7'dir, bu da 6'dır. Bu da etdi 21. 1 də doğrudur, 2 də doğrudur. Bizdən nə istəyir? Düzgün olmayanları istəyir. 1-i və 2-ni götürməyəcəyik. Keçdik 3-ə. Ağ üçbucağımızın qiyməti 3 idi, bu 1 idi. Sonra bu 7-dir, bu da 6-dır. Toplamı eləyir 17. Sağ tərəfdəki qola baxsam, bu 2-dir, bu 4-dür. Sonra ağ kvadratımız 5'dir, bu da 9'dur. 14, 6 da bu. Bunu da çəkisi eləyir 20. 17 20'ye bərabər deyil, amma bu taraz verib. Deməli 3 yanlışdır. 3'ü götürərəm. Sonra buna baxıram 5, 5, 5. Bu da 4'dür. Toplama eləyir 19. Sağ tərəfə baxsam 6, 6 və 1. Bura deyir 13. 19 13'ə bərabər deyil. Ona görə 4'ü də yanlış kimi götürürəm. Gəlirik baxırıq 5'ə. Bu 9'dur, bu 5'dir, bu 1'dir. Çəki eləyir 15. Bu 6'dır. Bu 7'dir, 13, 2 də bu da 15'dir. 15 15'ə bərabərdir. 5 də doğrudur, götürmürəm. Yanlış olanlar 3-cü və 4-cüdür. Ona görə də doğru cavabımız olur 3 və 4. Keçdik 49-cu suala. Deməli 1, 2, 3, 4, 5 ədədlərini elə yerləşdirməliyik ki, böyük kiçiyin tələblərinə riayət olunsun. Hər cərgədə, sətirdə, sütunda rəqəmlər təkrar olmamalıdır. Və xanada verilən ABCDY ədədlərini artma ardıcıllığı ilə yazmalı, sonra da onları kodlaşdırmalıyıq. Gəlin indi bir məsələyə diqqət eləyək. Bu sətirdə görürəm ki, hər sətir 5 dənə ədəd yazılıb. Yəni mən hər sətrə 1, 2, 3, 4, 5 ədədlərini yazmalıyam. Məlumdur ki, ümumiyyətlə Futoşikini həll eləyəndə ən kiçik ədədi, yəni 1-i elə bir xanaya yazmalıyam ki, bütün oxlar özündən kənara baxsın. Yəni ki, 1 heç nədən böyük deyil. 5'i isə elə bir yerə yazmalıyam ki, 5 əlimdə olan bütün rəqəmlərdən böyükdür axı. 5'in yanında bütün oxlar özünə doğru baxsın. İndi gəlin 1'in və 5'in yerini dəqiqləşdirməyə çalışaq görək. Hara konkret olaraq 1 və 5 yaza bilərəm. Məsələn, bir dənə diqqət eləyək birinci sətrə. Birinci sətirdə 5'i mən burada yaza bilərəm, burada yaza bilərəm. Bütün oxlar özünə baxır. Yeri dəqiq deyil. İkinci sətirdə 5'i burada yazmaq olar. Bura yazmaq olmaz. Bura yaza bilmərəm. Çünki özündən gedib əks tərəfə. Daha sonra yaza bilərəm, ikinciyə yaza bilmərəm, 3'ə yaza bilmərəm, bura yaza bilmərəm. Deməli, bu sətirdə 5'in konkret olaraq yeri sonuncudur. Bunu qeyd elədik bura. Sonra gedirəm 3-cü sətirdə 5'i axtarıram. 5'i bura yaza bilmərəm, bura yaza bilmərəm, bura yazmaq olmaz, bura yazmaq olmaz. 5'i yazarıq bura. Sonuncu sətrə baxıram. Sonuncu sətirdə 5'i yaza biləcəyim yer bura deyil, bura deyil, bura deyil. B də olar, C də olar. Konkret olaraq bilmirəm. İndi gedək 1'in yerini axtaraq. 1'i yaza biləcəyim yer birinci sətirdə bura ola bilər. Bura deyil, bura deyil, bura ola bilər, bura deyil. İkinci sətirdə bu deyil, bura deyil, burada deyil. 5'i yaza biləcəyim yer burada ancaq.
Üçüncü sətirdə, daha doğrusu 1 yaza biləcəyim yer bu hissə deyil, bu hissə deyil, bu da deyil. 1 yaza biləcəyim yer konkret olaraq budur. Daha sonra gələk aşağı sətrə baxaq. Aşağıda mənim 1 yaza biləcəyim yer aydındır ki, bura deyil. Bu hissə Y ola bilər. A olmaz, D də ola bilər. Yəni ya Y-nin ya da D-nin yerinə 1 yazmaq lazımdır. İndi diqqət eləyək nəyə? Bu sətrə mən 1, 5 yazmışamsa, əlimdə qalıb nə ancaq? 2, 3 və 4. Aydındır ki, mən 4-ü bura yaza bilmərəm. 4-ü bura yaza bilmərəm. Bəs diqqət eləyək. 2-ni bura yaza bilərikmi? Və yaxud da ki, 3-ü bura yaza bilərikmi? 3-ü yazmaq olar. 3-ü yazsam, 3-dən böyük 4 var, 4-dən böyük 5 var. Bu uyğun gəlir. 2-ni yazsam, 2-ni bura yazsam, 2 böyükdür nədən? 1-dən. Belə çıxacaq. 1 də nədənsə böyük olurmu? Yox. Deməli, mən 2-ni bura yaza bilmirəm. 2-ni bura yaza bilmirəm. Heç mən ora 4-ü də yaza bilmirəm. Baxın, dənə 4-ü yazsam, 4-ün özündən böyük 5 var. Bu sətirdə gəlir, 5 də təkrarlanır. Deməli, 2 də yazıla bilmir, 4 də yazıla bilmirsə, onda ora hökmən 3 yazılmalıdır. 3-dən böyük nə var? 4 var, 4-dən də böyük 5 var. İndi bu sətrə diqqət edeyim, sütuna daha doğrusu. 3-dən böyük 4 var, 4-dən böyük 5 var. 3 böyükdür nədən? 3 böyükdür 2-dən, 2 də böyükdür 1-dən. Bu şəkildə qeyd elədim. Sonra bu sətrə baxıram. 1 var, 5 var, 4 var. 3 ilə 2 qalıb. 3-ü bura yazıram, 2-ni bura yazıram. 2-dən böyük 3 də var, 4 də var. Konkret olaraq bilmirəm. İndi gəlin, baxaq nəyə? Sətirdə artıq bizdə nələr qalıb, onlara baxacağıq. 1 var, 2 var. 1, 4, 5. 2 ilə 3 qalıb, bax bura. Konkret olaraq bilmirəm nə yazacağımı. 3 gedib, 5 gedib, 1, 2, 4 qalıb. 1-i və 2-ni mən bura yaza bilmirəm. 1-i və 2-ni yaza bilmirəm. Sonra nə yazacağım? 4 yazmalıyam, məcbur. 4-dən böyük əlimdə nə var? 5 var. Onda bu sətrə qalır 3. 3 böyükdür nədən? O da böyükdür 1-dən. Təbii ki, 3 böyükdür 2-dən, 2 böyükdür 1-dən. 1-dən böyük 5 yaza bilmirəm mən bura. Çünki 5 o sətirdə var. Bir dənə 4 yaza bilərəm. 4-ü yazdıq bura. 3, 2, 1, 4. 1, 4, 5. 2 ilə 3 qalıb, bax bura. Hələ ki, konkret bilmirəm. Ola bilər. 5, 1, 2. 3 ilə 4 bura qalıb. 4, 5, 3, 1 və 2 də bura qalıb. Mən bura yaza biləcəyim ədəd 1 və 2 ola bilər. Bura yaza biləcəyim ədəd 3 və 4 ola bilər. İndi diqqətlə baxaq. Burada yaza biləcəyim ədəd nə qalıb? 1, 4, 5, 2 ilə 3 qalıb. Aydındır ki, mən bura 4 yaza bilmirəmsə, çünki həmin sətirdə 4 var. Məcbur bura 3 yazmalıyam. Və artıq bura 3 yazmışam deyə mən bura 3 yaza bilmirəm. 1, 4, 5 bu sütuna baxsaq. 1, 4, 5 gedib axı. 2 ilə 3 qalıb. 3 o sətirdə var deyə 2-ni bura yazıram. Və 1-i də gətirib axıra yazıram. Hamısı tapıldı. Deməli, A-nın yerinə düşdü 3. B-nin yerinə düşdü deməli 4. C-nin yerinə düşdü 5. D-nin yerinə 1. Y-nin yerinə 2. Deyir A, B, C, D, Y-ni artma ardıcıllığı ilə düzün. Ən kiçiyimiz D-dir. Sonra 2 gəlir, yəni Y. Sonra gəlir 3 A, 4 gəlir B və 5 gəlir C. İndi bunları da verilən kodlara uyğun şəkildə yazmalıyam. D-nin kodu 4-dür. Daha sonra Y-nin kodu 5-dir. A-nın kodu 1, B-nin kodu 2 və C-nin kodu 3-dür. Ona görə də doğru cavabımız olacaq 4, 5, 1, 2 və 3. Keçdik 50-ci suala. Bağlantılarla bağlı bir sual nümunəsidir. Bu sualları işləyəndə hər bir qutudan çıxan xətlərin sayını üzərinə qeyd eləməliyik. Evdən çıxan xətlərin sayı 3, İ-dən çıxan 3, B-də 2-dir. A üçün 2, G-də 3, 4, 2, 4. S-dən çıxan xətlərin sayı 4, C-də 2, D-də 4 və Y-dən çıxan xətlərin sayı 3-dür. Eyni şeyi aşağıdakı xətləri də, aşağıdakı qutular üçün də yazmaq lazımdır. Buradan 2-dir, burada da 2-dir, bu 4-dür. 4, 2, 3, 2, 4,
4, 3 və bu y-dən çıxan xətlərin sayı 3, 3-dür. İndi burada diqqət eləmək lazımdır nəyə? Məsəl üçün, baxıram ki, heç bir qutudan sayı bir dənə deyil. Məsələn, 3-lərdən baxıram ki, 3 dənədir, 4-dən 4 dənədir, 2-dən də həmçinin 1, 2, 3, 4 dənədir. Onda burada nə etmək olar? Ya 2-lərdən başlaya bilərik, ya 3-lərdən başlaya bilərik. Fərqi yoxdur. Gəlin 2-dən başlayaq. Baxın, məsəl üçün bu 2. Bu 2-nin birləşdiyi qutular nədir? 3, 3-dür. Özünün yanına yazıram birləşənlər. 2 birləşib 3, 3-ə. Bu 2-miz birləşib 1, 3-ə, 1, 4-ə. Daha sonra bu 2-miz birləşib 1, 2-yə, bir də 4-ə. Digər ikilimiz, baxıram ki, ikilərin hamısını yazdı, bir dənə bu qaldı. Bu ikimiz birləşib bir dənə ikiliyə, bir dənə də üçlüyə. Baxıram ki, hamısı fərqli şeylərə birləşib. Onu aşağıda tamam fərqləndirə bilərik. Gələk eyni ikilər üçün də yazaq. Məsələn, bu ikinin özünə birləşənin 4 xətti var, bununsa 2 xətti var. Yazıram 2, 4. Bu iki üçün özünə birləşənlərin biri 2-yə gedir, biri gedir üçlü xəttə. Sonra bu 2 üçün baxıram. Özündən çıxan xətlərin biri gedir 3-ə, o birisi də gedir 3-ə. 3, 3-ə birləşib. Daha sonra bu 2 üçün baxıram. Bu 2 gedib 1, 4-ə, bir dənə də 3-ə. 3-ə və 4-ə gedib. İndi gəlin baxaq. 3-ə və 4-ə gedən ikilimiz hansı idi? 3-ə və 4-ə gedən ikilimiz, baxın, U-dur. 3-ə və 4-ə gedən ikilimiz U-dursa, x-in yerinə yazdım U. U-nun birləşdiyi üçlü, dörtlü nədir? Gəlin onlara baxaq. U-nun birləşdiyi üçlü E-dir, dörtlü R-dır. U-nun birləşdiyi üçlüyə yazacağım E, dörtlüyə də yazacağım R. Daha sonra diqqət eləsəniz, R-dan da yola çıxa bilərik, digər ikilidən də yola çıxmaq olar. Gəlin, elə bir ikili var ki, həm 2-yə, həm 4-ə birləşib. Gəlin baxaq ona. Baxın, C hərfi. C birləşib ikili B-ya, dörtlü D-ya. Deməli, 2-yə 4-ə birləşən C-dır. C-nın birləşdiyi ikilimiz B-dır. C-nın birləşdiyi dörtlümüz isə D hərfidir. Bunu qeyd elədik bura. Daha sonra bir dənə ikilimiz var ki, o üçlüyə birləşib. O ikilimiz hansıdır? A hərfidir. Gəldim, yazdım bura A hərfini. Daha sonra B-nin birləşdiyindən yola çıxıb tapmaq olar. B-nin birləşdiyi üçlü hansıdır? Gəlin B-dən izləyək. B buradadır. B-nin birləşdiyi üçlü hansıdır? İ-dir. B-nin birləşdiyi üçlümüz İ-dir. Daha sonra İ-nin birləşdiyi bir üçlü var, bir dənə də dörtlü var. İ-nin birləşdiyi o üçlünü tapmaq bizə bəs eləyir. İ-nin birləşdiyi üçlü, baxın burada, M hərfidir. Dörtlü isə S hərfidir. İ-nin birləşdiyi üçlüyə M yazıram, dörtlüyə isə S hərfini yazıram. Daha sonra davam eləmək olar. A-nın birləşdiyi digər üçlümüz hansıdır? Biri M-dır, biri də hansı hərfdir? G hərfidir. G hərfi bura düşdü. Sonra biz baxa bilərik. G-nin birləşdiyi bir dənə dörtlü qalıb. O da hansıdır? T hərfidir. Всё. Bütün hamısı tapılmış oldu. Bizə x-in və y-in yerinə düşənləri istəyir. Baxıram ki, x-in yerinə düşən U hərfidir. C-də uyğun gəlir. İkincisi isə y-in yerinə düşəndir ki, y-in yerinə düşən M hərfidir. Bu da D-dədir. Demək ki, birinciyə C, ikinciyə də D uyğun gəlmiş olacaq.